Salam Arif, necəsən? Salam Hüseyn ağa, sən necəsən? Sağ ol, yaxşıyam. Bugün biz Sözümün Canı podkastının ikinci buraxılışını artıq çəkirik. Elədir. Yenə də inşallah kinolardan, cizgi filmlərdən, seriallardan danışacağıq. Hətta oyunlardan danışacağıq. Və bugün hamının gördüyü kimi bizim burada çox gözəl eksponatlarımız da var, gözəl nümayişlər də olacaq. Yəni maraqlı bir mövzular çoxdur. Çox şeydən danışacağıq bu günləri. Belə bir şey deyim. Düzdür, müasir dövrdə yaşayırıq, 21-ci əsrdir, artıq 2025-ci ildir. Amma mən istəyərdim ki, biz podkastımızı başlayaq köhnə filmlərlə, seriallarla, yəni köhnə seriallarla və cizgi filmləri ilə. Elədir. Buyur, sən özün başla gələn birinci, mən davamını götürərəm. Mən belə deyim də, məsələn, köhnə filmlərdən danışanda dünya kinosunu nəzərdə tuturam, hələ ki. Bizim bir yerdə baxdığımız 90-ların filmləri var, 90-cı il filmləri var. 2000-in əvvəlləri də artıq hardasa 2000, 2003, 2004 arası o da hardasa köhnə film sayılır artıq. Yəni retro sayılmasa da o da köhnə film sayılır. Hər janrda çalışmışıq, baxmışıq, bəyəndiyimiz filmlər də olub, müzakirə etdiyimiz filmlər də olub, bəyənmədiyimiz filmlər də olub. Hər janrda olub. Romantik filmlər olub, melodramalar olub, komediyalar olub, fantastika olub. Halbuki mən fantastika o qədər sevmirəm. Sən məndən daha çox sevirsən. Çox film var. Sən istəsən bir filmi başda, ardını götür. Gəl belə eləyim. Mən belə deyim sənə. Bax misal üçün bizdə 90-lara əgər gediriksə, bizim uşaqlıq dövrümüzdə məktəbli dövr. Ən azından mənim məktəbli dövrüm səndə düşür 2000-lərə. Elə məndə də 2000-lər düşür, prosta məktəbə gedənə yaxında belə deyək. Elədir. Yəni bax təsəvvür elə. İndi bax mən fikirləşirəm. Yandırırsan misal üçün televizoru indiki dövrdə. Uşaqlar üçün heç nə yoxdur. Yəni qətiyyən heç nə yoxdur da. Müəyyən bir günlər, müəyyən bir nə bilim, gün ərzində bir saat, müəyyən bir saat. O da ki, uşaqlar üçün elə bir şeylər verirlər ki, yəni adam baxır ki, yəni uşağı nə bunlar avam eləməyə çalışırlar, yəni nə etməyə çalışırlar. Halbuki bax bizim vaxtımızda yəni indi misal üçün deyirlər çox televizora qoymayın, uşaqlar baxsın, çox mən nə bilim gadgetlər, zətlər istifadə edirik. Belə çıxır biz manyak kimi gecə-gündüz televizora baxmışıq. Bax indi saysam nələrə biz baxmışıq. İndikilər deyər ki, bunlar televizorun qabağından heç çıxmayıblar ki. Bax sən də saya bilərsən həmin şeyləri. Bax mən deyəcəm indi sən əlavələr də eləyə bilərsən. Səhər açılırdı. Deməli Türk kanallarından gedirdi bax misal üçün Şirinlər, Sihirli Annem, Cedric, Samanyolu, sonra nə bilim Bugs Bunny zat, Tarçın və arkadaşları. Ondan sonra hələ o vaxtı bizim televiziya 3 dənə Rus kanalı verən vaxtı ortadan Disneyland, saat 1-də Disneyland. Gəldik dərsə, axşam tərəfi gəldik. O vaxt işləyən liderdən Leslie, nə bilim suya dönən o qız var idi, Alex. Sonra dinozavrlardan cizgi film var idi. Ay sağ ol, o var idi. Sonra nə var idi, ay Allah. Elə Türk kanallarını tezdən yedin. Ay Savaşçısı, Beethoven, Gömbul köpəyi Mendoza zat. Ninja tısbağaları var idi. Ninja tısbağaları var idi. O 80-larda olan, gözləri olan, o ağappaqda göz yerinə şey olan yox. Hörümçək adam, Люди X. Sonra nə bilim, Чудеса на виражах, Утиные истории. Daha nə var idi, ay Allah. Yəni bunlar hələ saydığım Sovet cizgi filmi zat deyil. Hələ bunlar bu Olimeniya belə şey bizim üçün, bizim o dövrümüz üçün savremenli şeylər idi. Nə qədər maraqlı şey gör çıxdı. Baxırdıq arasından bir şey götür. Aynesdən şey geyirdi. Qaranlıqdan qorxanlar. Yadındadır. Səhərlər şey geyirdi. Neydi o? Tutu gildə idi deyəsən də. Bala dili verilişi. Və onlar gedirdi. Uşaqlar üçün nə qədər maraqlı şeylər var idi. İndi uşaqları, yəni bilsən necə tamamilə unudublar. İndi uşaqlar üçün olunanda belə mövzular elə qoyulur ki, böyük heç özü baxa bilmir o ki, qalsın uşaq baxsın. Yəni mövzu tamam fərqlidir. Məsələn, bizim dövrümüzdə olan uşaqlar nəsə baxanda nəsə öyrənir deyirsən, güclü olmaq, qəhrəmanlıq falan və yaxud da dostluq, mehribanlıq. Ən azından insanı cəlb edir. Uşaqları cəlb edirdi ki, uşaqlar otururdular ki, o saatı gözləyə, otura baxaq. Birincisi indi elə bir uşaq o qədər mən inanmıram ki, kimsə otursun saat 8-də falan şey gedəcək, oturaq baxaq, inanmıram. Yox. Bax təsəvvür o vaxt alırdın qəzeti.
TV proqram olan qəzeti. Başlayırdın dairə eləməyə, falan günü falan şey olacaq. Məndən nə burasına pluslar qoyurdun. Yadda Qəzetin saxlayırdın. üstünə nəmnə ki, açan kimi gözünə deyirsən ki, hə, bu günləri falan saatda falan şey var. İşığı gücü ona uyğun qururdun. İndi onlar hamısı tamamilə ölüb. Nəyə görə? Platformalar. Necədir onların adları? Platforma, digital platforma gedir. Necə gedir? Elə gedir də. Yəni təsəvvür o Netflix, Amazon, Hulu, mən nə bilim, nə FX, zat, HBO, bunlar hamısı yaxşı şeylərdir. Mən pis şey demirəm. Yəni onlardan baxdığım o qədər materiallar var ki. Amma ki onlar hər şeyi öldürdülər. Kinoteatrın da evini yıxdılar. İndi bu yaxınlarda internetdə gördüm bir dənə video. Amerikada məşhur bir dənə aparıcı var, Conan. Bəlkə tanıyırsan, belə saçları belə sarı, belə fason oğlan. Oğlan da o neçə yaş var, kişidir. В общем, o streaming kinoteatr açır. Streaming kinoteatr necə olacaq mən bilmirəm. Yəni təsəvvür edin ki, əlində tutduğun telefonun ölçüsündə neçə dənə telefon qədər ekran, yekə ekran. Kinoteatrda demək olar ki, prosta yəni mən başa düşə bilmirəm niyə görə də, nəyə lazımdır bunlar ki? Yəni bax misal üçün belə deyim də, bütün bunları sürətləndirən texnikanın inkişafı oldu. Texnika həm kinoya kömək oldu, həm də evini yıxdı. Yəni təsəvvürlə kino, cəmaət gəldi kinoteatrda baxırdı da kinoya. Sonra çıxdı VHS-lər, belənin içində video kasetlər. İndiki pokoleniya bilməz bunları. Göstərgən istəyirsən bir iki dənə belə. Məsələn, Anastasiya. Don Bluth'un şedevrlərindən biri. Üstündə də piratka şəkildə, yəni, heç bir o personajlardan heç biri yoxdur. Yəni ki, bunlar çıxdı, bunlar başladı texnika inkişafı üçün zəmin yaratmağa. Video salonlar açıldı, neçə dənə video kaset yerləri var idi, prokatlar filan. Sonra DVD çıxdı, sonra Blu-ray. Sonra da hələ həmin bu DVD diskləri belə deyək, abonement üzrə kirayəsi ilə məşğul olan Netflix özü yol açdı, oldu streaming platforma. Bu arada DVD disklər də var. Blu-ray'dir o. Blu-raylər. Gözəl dövrlərin son mərhələləri. DVD bunlar idi, bunlar. Bu Blu-ray. Yəni ki, belə bir şey deyim də, məsələn, bizim dövrümüzdə baxdığımız o bayaq saydığı cizgi filmlər, seriallar və s. verilişlər, adicə məsələn onları götür, indiki müasir eyni format qoy indiki müasir dövrdə, indiki uşaqlar onsuz da baxmayacaq. Halbuki bizim uşaqlığımız olan dövrdə biz Sovet cizgi filmlərinə belə baxırdıq. Yəni bizdən qabaqki nəslin baxırdıq. Amma indikilər nə buna baxır, nə bundan qabaqçılara baxır. Heç indi çəkilənlərə də çox baxmırlar. Yəni uşaq kontenti yaradılsa belə, varsa belə yenə də baxılmır. uşaq kontenti yoxdur. Uşaq kontenti ümumiyyətlə yoxdur. Onun da səbəbini mən bu yaxınlarda bu gördüyüm buradakı kitablardan birində oxumuşdum, onu da birazdan göstərərəm. Deməli təsəvvür elə uşaq kontenti niyə yoxdur? Prodüserlər qorxurlar. Maddi itkidir. Kinoteatrlara ən çox axın gedən yaş kateqoriyası hansıdır? Gənclər. Gənclər, sevgililər. Yəni bunlar gedir də. Yəni uje evli, uşaqlı, uje yetkin yaşa çatmış insan kinoteatrda nə işi var? Var gedir elə belə ayda elə bir dəfə könlünə düşəndə, heç даже güdmür də belə qrafika ki, nə gələcək, hansı kino nə vaxt çıxacaq. O da o qədər xeyir gətirmir də. Gətirmir. O auditoriyanı uje çıxardırlar, silirlər ki, yəni deyirlər ki, uşaq tək başına gəlmir. Müəyyən yaş dövrünə fokuslanırlar da, belə deyək. Uşaq tək başına gəlmir. Gəlsə belə, misal üçün valideyni gəldi, qoydu, getdi Makdakdan onun üçün nəsə aldı, qoydu qucağına ki, otur bütün kino boyu, iç, mən indi gəlirəm alış-veriş eləyim, gəlirəm ki, kinoteatrlar bizdə ancaq alış-veriş mərkəzlərindədir. Yəni elə olsa belə uşaq dinc dayanmıraq yerində. Onun mütləq yanında valideyn olmalıdır. Valideyn oturursa, valideyn oturur baxır belə 0+ kontentə. Haçan qutaracaq bu, haçan qutaracaq. Ürəyi sıxılır. Ürəyi sıxılır. Uşaqla da bir kontaktda keçmir ki, başlasın. Bax gördün orada nə başa düşdü? Gəl bax mən sənə başa salım. Bax orada mən nəmlədirsə, heç bir kontaktda girmir. Oturub özü üçün gözləyir ki, Allah bu nə vaxt qutaracaq? Gedək, parkovkanın vaxtı da keçir orada. Yəni maraqlı deyil. Ona görə götürüblər, nə ediblər? Uşaq formatını atıblar bir qırağa, eləyiblər semeyni, ailəvi. Ailəvi də nədir? Bax misal üçün, gəlirsən, baxırsan Zootopiyaya.
Misal üçün də heyvanlar orada insanlar kimi yaşayırlar, antropomorf heyvanlardır, hərəsi bir işlə məşğuldur, bizim dünyaya yaxın, maksimum yaxın ki, yəni uşaq baxanda yad görünməsin də ona da. Sıxılmasın. Hə, ora qatırlar böyüklərin başa düşə biləcəyi yumoristik səhnələr ki, böyüklər də orada sıxılmasın. Misal üçün orada bir dənə səhnə var. Gəlir Nick Doğuşanla bir yerdə Judy Hops'la gəlirlər limuzini axtarırlar, elə ağaylar gəlirlər, bunları tuturlar. Deyir ki, biz Don Big'in yanına gəlmişik zat. Bu da deyir, Don Big böyük adam olardı. O ayı girir içəri, bu ayı girir içəri. Ovucun içində balaca sıçan dizaynı kimə oxşayır? Corleone, Don Corleone. Evinin dizaynı, özünün dizaynı, sonra nə bilim danışıq tərzi, fonda italyanski muzika zat. Yəni bunların hamısını böyük pokoleniyaya daha yaxın olsun, daha cəlbedici olsun deyə qoyublar ki, yəni orada sıxılmasın. Pulu kim qoyur ora? Ata, ana. Ata gəlir, yanında 2 uşaq, 3 uşaq, yaxşı lap 1 uşaq. Gəlib ya da ana ilə bir yerdə 3 nəfərin bilet pulusu, popcorn pulusu, kola pulusu, gör hara vurdu. Yəni sən orada nə qədər pul dövrəyə buraxırsan. Uşaq tək başına getmir kinoya. O misal üçün əvvəlki dövrlərdə idi. Misal üçün Amerikada, ya Sovet vaxtları bizdə misal üçün deyirdilər, uşağı tək başına qoydum burada trolleybusdan getdi filan kəndə, mənnəm nə, heç kim də heç sataşıb eləmirdi, heç kəs deyib dolaşmırdı. O vaxt idi. İndi elə şeylər biraz təhlükəlidir. Amerikanın özündə bilet misal üçün neçə sent olan vaxtı rahat-rahat ödəyirdi, uşaq yerdə otururdu, istədiyi kinoya baxırdı. Sonra qayda-qanunlar dəyişdi, biletin pulu artdı. Sonra bu uşaq kateqoriyasını vəhşiyə yığışdırdılar. Ona görə uşaq formatı köçdü TV-yə. Bəs belə bir şey deyim, sənin bu uşaq filmləri ki, desən, uşaq kontent o dövrdə varmı ki, istəyir kino olsun, tam metrajlı, fərq eləməz ki, sənin üçün ürəyinə yatan 5 ən yaxşı film ki, məsləhət görürsən, tamaşaçılar da bəlkə faydalanır, bəlkə baxmayıblar onlarda. Uşaq filmi. Uşaq filmi. Uşaq filmi belə deyərdim. İndi düzdür, ona baxan yoxdur. Ən azından sənin zövqünə uyğun. Mənim zövqümə uyğun uşaq filmləri Qalqamed o yadındadır da. Yadımdadır. Balaca belə daş fiqur kimi bir əjdaha olur. Hər şənbə günü səhər verirdilər. Gecə gündüz verirdilər onu. Kudryashka Sue, Qıvrımsaç Sue. O kinoya mütləq baxın. Mütləq. Özdəki ailəvidir o da. Uşaqdır orada. Orada mütləq geri yanında olsun. Çünki orada momentlər var. Bunlar ata-bala belə deyək də, bunlar aferistlərdilər. Adamları doluya günlərini keçirdirlər. Yəni belə uzaq perspektivli bir planları yoxdur. Ta ki bir dənə sarı saç qadın bunları maşından vurmayınca. Vurur, götürür evinə, evdə yedizdirir, içizdirir bunları, səliqə səhmana salır, eləyir. Yavaş-yavaş isinişirlər, eləyirlər. Yəni bu film çox gözəl, mehriban bir şeydən danışır. Bax, odur. Polly. Tutuquşu Polly. O kino, misal üçün, sən yəqin ki, uşaq vaxtı nə qədər baxmısan, onu da elə. Biz balaca olanda təkrar eyni şeyləri verirdilər də. Bizim üçün sıxıcı gəlmirdi. Kino maraqlı idi. İndi elə deyil. Misal üçün, indi kinolar o qədər ploskidir ki, yəni səthi deyə hər şey. Çəkiliş texnikası, mövzu, aktyor oyunu. Yəni adam baxır belə, yaxşı idi, yeniləndi, nəsə bir şeylər gəldi, elədi, dabavka gəldi bir kino zat. Amma nə burada bir şey qalır, nə burada bir şey qalır. Bir dəfəlik filmlər deyilir, amma bir dəfə baxırsan, yaddan çıxır, nə yadında qalır, nə də sənin o, necə deyərlər də, o film siyahına daxil ola bilir. Ay yaşa. İtib gedir. Bax, misal üçün, o vaxtda bir dənə kino var idi. Səhv eləmirəmsə, kinonun adı Evə yolu idi, nə idi? Daroga Damo idi. Yalan deyərəm. Mövzunu danışım, kim istəyər Google-a vurar, araşdırar. 2 it, bir dənə də pişik. Evdən uzaq düşürlər, meşə yolunda, təbiətdə zətdə. Bunlar bütün kino boyu geri qayıdırlar. Evlərinə geri qayıdırlar. Kinodur. Bunlar danışırlar elə, ağızları danışır elə. Maraqlı kinodur. Bax, o, misal üçün, məsləhət görə bilərdim. Bizim dövrümüzün ən məşhur 2 dənə serialı. Bax, onları demək lazımdır. Hansılar? 10 Korolevstvo, 10-cu Krallıq. Aynes da gecə-gündüz verirdi. Bir də şəxsən mənim üçün onun davamı kimi sayılır. İndi düzdür, elə deyil. Kimin üçünsə də ola bilər ki, sənlə danışsan. Neydi o kinonun adı? Təkboynuzun macərası.
Putешествие единорога. 2 hissəli. Onu da səhv eləmirəmsə lider verirdi. Ha. Birini Ines Ines Brother'dı, Brother. birini Lider Brother'dı. Gecə gündüz onlar elə geyirdi. Yəni ikisi də fantasy janrında çox gözəl bir kinolardı. Mütləq baxın. Soundtrackləri unudulmaz, mövzuları qəşəng. Yəni fikir ver, baxanda B kateqoriyası təəssüratı yaradır. Amma necə səmimidir. Məsələn, indi çəkilişdə o qədər baxılmaz şəxsən. İndi heç çünki Maraqlı yaranmaz. mən sənə deyim niyə görə. Birincisi götürdülər kinolardan şey yığışdırdılar, plyonkanı. Plyonka yoxdur heç bir kinoda. Hamısı sıfıravoya çəkir. Götürür hard diska zada. Şeydə deyir, pek yaxındadır. Deyir, şimdiyə deyir şey mi kaldı deyir, o lent kaldı. Deyir, görə hamısı deyir bir dənə hard diskin içində. Yəni onu yığışdırdılar, kadrın dərinliyi itdi. Sıfıravoyu götürdülər, effektləri bol eləyir. Hə, yaşıl chroma key çəkdilər. Qoydular ora nə bilim, buradan falan şey aşır, oradan falan şey aşır. Adicə alovu partlayışı belə çox belə nə bilim silikonovu gəldi adama da inandırıcı deyil. Bax misal üçün baxırdıq biz sənə o vaxtı, o vaxtların kinolarını Schwarzeneggerin, Stallone'nin, Van Damme'ın, Bruce Willis'in, Chuck Norris'in, Jackie Chan'ın, Bruce Lee'nin, Jet Li'nin, qardaş bunların hamısının filmlərində çatlama, partlama real idi. Pirotexnik işləyirdi. İndi heç kəsə ziyan dəyməsin, heç yerdə pırt-zırt olmasın, götürək məndən qrafika ilə qoyaq hamısını. Baxqən lüboy bir CGI bol olan bir filmdə alova. Adamın gözünə elə şey gəlir ki, inandırıcı deyil bunlar hamısı. Yəni bu bayaq saydığım adamlar, bunlar hamısı kinonun особенно action janrının inkişafına elənçinə bunlar təməl sütunlardır ya hamısı. Bunlar hamısı təməl sütunlardır. Təsəvvür elə ora Dolph Lundgren'i də qatmaq olar. Bunların filmlərini say-say qurtarmır. Sən misal üçün ən azından bir 5 dənəsini saya bilərsən hərəsindən bir kino. Uşaq filmləri yoxsa hər janrdan 5 kino. O saydığım adamlardan. Ha, o əlbəttə sayaram, əlbəttə. O Stallone'dan 5 dənə kino deyə bilərsən. Stallone'dan 5 dənə kino. Bir elə burada bu unudulmaz filmdir. Bəli. Bizim ikimizin bəlkə də ən çox baxdığı, sevdiyi filmlərdəndir. Həm də kaset formasındadır. Elədir. Məşhur Rocky-dir, Rambo-dur. Oscar filmi var idi, komediya, Oscar'dır. Daha sonra bu Məğlub Edilməzlər sərfimizə 3 seriya, 4 seriya. 4 seriya. Dördüncüsünü vəbşə saymadın da yaxşı elədin. O biabırçılıq boyda. Ümumiyyətlə o dövrün kino aktyorlarında belə bir şey var idi. Hər bir aktyorun özünün açar obrazı var idi. Məsəl üçün Harrison Ford Indiana Jones deyə o da tanınırdı. Han Solo. Mel Gibson o Смертельное оружие məsəl üçün. O Bruce Willis Məğlub Edilməz. Die Hard. Schwarzenegger Terminator. Başqa filmlərdə məşhurdur hamısı, amma ki ən belə məşhur olan filmlər, yəni məncə hər bir aktyor üçün bu böyük bir uğurdur ki, hər hansısa bir franşiza o insanla əlaqəlidir. Yəni bax təsəvvürlə elementar bax Indiana Jones. Göstərək. Bax Indiana Jones'un bu gözəl bir Blu-ray diski. Yəni hər bir seriyasının gözəl şəkilləri, diskləri, hər cürə şəkillərini də sən göstər. Məsələn, buradan götürüm. Burada hər seriyadan var, çəkilişlərdən də var. Bu atası ilə şəklini Photoshopla eləmişdilər ki, yəni orada da atası ilə bir şəkli var bunun. Filmin özündən. Bu geyim Harrison Ford'a xüsusi yaraşır. Şarm verir. O geyim xüsusilə şeydə elə bil macəra janrının rəngidir elə bil. Ümumiyyətlə, misal üçün Harrison Ford Indiana Jones'dur. Stallone kimi birisi Amerika mədəniyyətinə, kinosuna, mədəniyyəti biraz böyük çıxdı. Amerika kinosuna 3 dənə franşizin baş qəhrəmanını yaradıb verib. Rambo, Rocky, Məğlub Edilməzlərdə Barney Ross. Yəni elementar götürək, misal üçün o qədər yazığı da şey eləmişlər ki, sən indiki dövrdə maskulin məndən tərənnüm eləyirsən, sən orada demək istəyirsən ki, qaba qüvvət vacibdir, məndən nə? Yəni deyir ki, qaba qüvvət vacib deyir. Misal üçün sənə evə deyir, oğru girsə, sən deyir, o adamla mübarizə aparacaqsan, yoxsa oturub gözləyəcəksən ki, mənim kimi birisi gəlsin, xilas eləsin səni.
Elementar götürək bax Rambo-nu. Rambo birinci hissə. O adi tupoy bir action deyil. Yəni qapı bəlinə pulemyotla rat vurub keçmir. Orada o yazığa yol versəydilər ki, keçsin şəhəri geçsin, heç bir hadisə orada baş verməyəcəkdi. Çıxıb gedirdi öz yoluna. Şerif gəldi ona ilişdi. Onu qəbul eləmirdilər. Vyetnam müharibəsindən gəlib, bu post-travmatik bir sindromla, yəni ki, bu orada nə əziyyətlərdən keçib, nə işgəncələrdən keçib, bunu gəlib öz doğma vətənində bunu qəbul eləmirlər. İncidirlər, bir dözür, iki dözür, axırda ucu əlac qalmır. Qaçır, gedir, bunlar başlayır ona qarşı müharibəyə. Yaşıl berətə qarşı müharibə eləyərlər. Amma bir şey deyim, məsələn, indi Stallone-ın Rambo-su, Rocky-si, Cobra-sı, bunlar hamısı məşhur filmlərdir. Amma onun bir dövrdə bir film var idi, mənim çox sevdiyim bir filmdir. Yəqin ki, sən də 100% baxmısan, bir yerdə baxmışıq hətta. Azərbaycan dilində tərcümədə belə çıxır deyəsən. Dayan yoxsa anam güllə atacaq. Ay Allah. Çox gözəl bir filmdir, komediya janrında. Stallone da çox azdır komediya janrında olan filmə, amma ki çox ləzzət edir də. O dövr üçün o gülməli kinodur. Yəni biz o vaxt baxırdıq, gülürdük, gülməli idi. Mən indiki nəslə o da yəqin gülməli gəlməz. Bu yaxınlarda mən o kino ilə əlaqəli bir dənə maraqlı bir məlumat gördüm. O məlumat kinonun özündən də gülməlidir. Aha. Kino özü Amerikada bir köpüklü qəbul edilməyib. Batmış filmlərdən sonra. Batmış da, yəni heç kəsin xoşuna gəlmir, heç kəs bəyənmir. Zaten kinonun birinci baş rolu üçün müraciət elədilər Schwarzeneggerə. Bunlar da o vaxt 70 neçənci ildən bəri mübarizədədirlər də, bir-birlərinə şeylər. Nə bilim, kimin kinoda tüfəngi daha böyükdür, kimin qılıncı daha itidir, kim daha çox adam öldürüb, kim daha belə maraqlı adam öldürüb, kim nə edibsə, vertolyota minib, tanka minib, nə edib. Bizimkisi daha renkli. Ay sağ ol, Cem Yılmaz demişkən. Bu mübarizə aparıblar. Bu da deyib ki, Schwarzenegger gəlib ssenarini veriblər buna, oxuyub deyib, bu deyib əməlli zibildir də. Mən deyib bunda deyil çəkilə bilmərəm deyib. Yox. Şey eləyib, deyib mən çəkilməyəcəm. Üstündən bir gün keçib buna Stallone zəng edib. Deyir ki, bəs şeydir. Sənə deyir gəlməyiblər, deyir kino təklifi ilə. Deyir nə olub bəm? Deyir bəs belə bir kino təklifi. Bu da bilir ki, acıq-acıqdılar axı bəhsə. Deyir hə, mənə gəlmişdilər. Mən fikirləşirəm o kinoda çəkilim. Deyir hə, yaxşı. Tez zəng edib deyir ki, Stallone Schwarzeneggerə verdiyi 100 pulun yarısı qədərinə gəlib çəkilərəm də. Yəni heç mən gəlib getdi çəkilib deyir kino polunu zibil. Deyir o deyir mənə deyir ləzzət edir, mən ondan deyir intiqamımı aldım deyir. Getdi düşdü da. Belə götürəndə Schwarzeneggerin də o vaxt junior kinosu nə idi o? Vəbşi biabırçılığı. Ən yaşlı onu çəkilməzlər. Belə bir şey deyim. Bu film sahəsində bu mövzulardan digər bir mövzu da var ki, tanınmış mövzulardan biridir. Müharibə stilində çəkilən filmlərdir. Əsas da 2-ci Dünya müharibəsindən. Bilirəm ki, sən 2-ci Dünya müharibəsində bağlı çox maraqlı, necə deyirlər də, fikirlərin var, düşüncələrin var, istər kitablarda, kinolarda, hər şeydə. İstəyirəm indi kitabları yox, kinolardan danışaq. 2-ci Dünya müharibəsinə bağlı hansı filmlərə baxmısan, onlar haqqında fikirlərini bölüşərdin, bəlkə tövsiyə vermək istədiyin filmlər var. Bax, 2-ci Dünya müharibəsi ilə əlaqəli çoxlu sayda kinolar var. Amma təsir edici, adam ürəyinə belə şey eləyəcək, yəni ki, sancan, sən günlərlə o kinonun təsirindən çıxmırsan. Elənin içində kino çox azdır. Yəni çoxsu neyinir? Şey deyir, düşmən orada getdik, düşmənə qarşı vuruşduq, biz qalib gəldik, neçə dənə qurban da verdik. Action. Drama yoxdur. Yəni ki, eləyirlər, drama boldur, action azdır. Tarazda qalan kinolar çox azdır. Bax, misal üçün, yəni sən sevirsən müharibə mövzusunda drama da olsun. Xoşlayıram. Hə, yəni ki, lap belə ağlaşma yox, başdan ayağa. Var, kədərli kinolar var ki, yəni adam baxır. Misal üçün çox vaxt müharibə filmlərinin verirlər əsgərin gözündən, əsgər aspektindən, general aspektindən ki, yəni müharibə. Amma müharibədə əziyyət çəkmiş, nə bilim, qurban vermiş insanlar haqqında, yəni normal sivil insanlar haqqında işgəncələrə məruz qalmış, yəni nə bilim anlaşılmazlığa məruz qalmış insanlar haqqında çox az film çəkilir. Bax, misal üçün var kino, Rusca adı gəlir, Tsviti Vayni, müharibənin gülləri. Bu 2-ci Dünya müharibəsi axı tək almanlarla bütün dünya müharibəsi deyil axı, Yaponlarla Çinlilər də vuruşurdu. Yaponlarla Çinlilərin müharibəsində deməli Yaponlar Çinə hücum eləyirdilər. Çində də bir dənə
qaçaqmalçı olur, ya kim olur, bir dənə kişi Amerikan. Qaçar bombardman zamanı qaçanda geri düşür tabutun içinə, o bir şey eləyir, üstü başı nə gündə gizlənməyə yer axtarır. Qaçır girir kilsəyə. Girir kilsəyə, üstünün başını çırpır, görür ki, qapını sındırırlar girməyə ki, kim var burada, kim var burada. Geri tez bazar bir dənə geyim tapır, keşiş geyimi. Giyinir keşiş kimi, çıxır bunların qabağına. Belə bir şey deyim. Filmdə əsas yer tutan mövzulardan biri də, əsas yerlərdən biri də musiqidir. Özün bilirsən. Soundtracklər. Sənin də yaxşı mənada yaralı yerindir. Soundtracklərdən istəyirəm danışaq. İstər film olsun, istər serialların soundtracki olsun, istər cizgi filmlər. Məsələn, elə cizgi filmlər var ki, kinodan da möhtəşəmdir soundtrackləri. Fərqlidir əlbəttə ki. Elədir, elədir. İstəyirəm soundtracklərə qarşı münasibətindən danışasın və ən sevdiyin necə deyirlər, soundtracklər və filmə yazan, musiqi yazan bəstəkarlar haqqında danışaq. Yəni soundtracklər elədir ki, orada bu siyahıya jingle'lar da qoymaq olar da. Məsəl üçün serialın giriş şeyi. Məsəl üçün elə bir şey var ki, məsəl üçün seriala baxırsan, serialın tonunu birinci giriş musiqisi verir. Var idi əvvəllər məsəl üçün sitcomlarda filan, ya nə bilim ayrı növ seriallarda bütün serialın məğzini verən, hər şeyi rezüme eləyən mahnı jingle'lar. Məsəl üçün Friends serialı. Friends serialının girişi mahnı. Bütünlüyünə hər şey baş salır. Həyat belədir, mənnəm nə, hər şeydən əziyyət çəkdik, bezdik, day nədik, o yan bu yan. Amma sən mənlə, sən mən səninlə, biz bir yerdə olacağıq, həyat belə olacaq, nə olacaq? Yəni optimist bir şeydir. Başlayır amma neqativdən ki, cibimdə pul qalmayıb, işim də yoxdur, mənnəm nə, hər şeyi rezüme eləyir. Sən serial başlayanda başa düşürsən ki, bu 5 nəfər, 6 nəfər bu orada nə edirlər bunlar? Bunları bağlayan nədir? Sonra get-gedə yığışdırdılar onlar elədilər instrumental girişlər. Bəzilərinə ümumiyyətlə ayrı bir qrupun zadın mahnısını xüsusilə götürüb qoyurdular ki, hazır. Məsəl üçün, mənim ən çox sevdiyim serial, keçən podkastda da demişdim, Sopranolar. Klan Soprano. Klan Soprano. Onun girişi elədir ki, seriala vurulursansa, sən o girişi keçməzsən. Yəni skip eləyib gedə bilməzsən də o bir tərəfə. Amma misal üçün jingle'ları qoysaq bir qırağa, kinoların özündə misal üçün ən xoşuma gələn uğurlu soundtracklər mənim fikrimcə, yəni bütün o şeyi sənə izah eləyən atmosferi, bütün o səhnədə olan o dekoru tamamlayan, yəni elə bir rəssam işi ilə paralel gedən musiqi üzüklərin hökmdarındadır. Yəni sən ora misal üçün bu kitabı oxumadan da baxsan, sən nə bilim ümumi bir o şeydən anlayışın olmaya da Özünü orada hiss edəcəksən. sən orada baxıb misal üçün Hobbitlərdəki musiqiyə qulaq asıb başa düşürsən ki, bunlar nə tip varlıqlardır. Fermer kimi, misal üçün əyləncəli, biraz əhli keyf. Misal üçün göstərir orada insanlarda iki tip orada mahnı var. Orada Mustangrimlər var, Rockerimlər, onların mahnısı daha belə Norveç mahnısına oxşayır. Skripka orada tarararararara. Yəni baxırsan başa düşürsən ki, bunlar nə tip insanlardır? Vikinglərə biraz belə oxşar. Bu birisinləri baxırsan ki, daha belə stoik belə musiqi gəlir, orada daha belə təntənəli bir musiqi gəlir, daş kimi. Baxırsan elflərə xor musiqisidir, biraz belə səmavi bir şeylər, motivlər var. Yəni oradakı Говард Shor'un yaratdığı o musiqi, yəni bir növ master-klassdır. Müəyyən filmlər var ki, misal üçün onlarda şablon musiqilər var. Müəyyən şablonlarla işləyirlər. Misal üçün götürək bu Marvel'lar. Marvel filmlərinin bir çoxunda, misal üçün, müəyyən momentlər var ki, actionsuz keçinmir də qardaşlar, super qəhrəmani bir şeydir burada. Action 100% olmalıdır. Actionın da musiqi şablonu eyni cürdür. Yəni, çox nadir hallarda actiona yaradıcı bir musiqi ilə yanaşan insanlar olur. Filmində nə qədər də belə şiddətli filmlər olsa da, musiqilərini sevdiyim rejissor Quentin Tarantino. O ayrı bir yer ayırır. Misal üçün yazıb burada ssenarini. Falan kes, falan interyer, falan cür işıqlanma, falan günü mənnəmlə girdi içəri, neynədirsə, mötərizədə. Falan mahnı, mütləq. Yerə ki, nə bilim, falan mahnıya oxşar bir motiv.
mahnıları ilə daha da zənginləşdirir orada. Yəni gözlənilməz bir motiv çıxır. Ta ki bu şeyə kimi də Hateful Eight neydi o? İğrenç 8 idi. Necə ki Azərbaycanca? Amirzительная восьмерка. Orada bəstəkar Ennio Morricone'dir. Ora qədər Quentin demək olar ki, bütün filmlərinə şey mahnıları işlədib. Hazır oradan buradan yığma, yapışdırma mahnılar. Yəni Quentin Tarantino ümumiyyətlə bizim dövrün dahilərindən biridir. Bu adam bütün cavanlığını məktəbdə avaran biri olub, dərs zad oxumayıb. Bütün məktəbli dövrünü bu video kaset prokat yerində işləyib. Nə qədər gör kinoya baxıb. B kateqoriyası, C kateqoriyası, bütün nə zirzibil var hamısına baxıb Django-nu elə o zirzibildən dartıb çıxardıb. Django-ya baxırsan ki, misal üçün ən birinci Django belə deyək də B və C kateqoriyası arasında çəkilmiş bir westernidir. Franco Nero oynayırdı ən birinci Django-da. Həmin o Franco Nero-nu sonra öz çəkdiyi Django-ya dəvət eləyir bir cameo olaraq o Dani Vajeniyə hörmət əlaməti olaraq əvvəlki filmə. Amma bunun Django-su ondan fərqlənir. Çox qəşəng dərin mövzuları qoyub orada, dərin mövzuları qaldırır. Məsəl üçün zənci teması, yəni irqçilik mövzusu, nə bilim, orada varlı insanların bəzən qanun qarşısında cəzasız qalma mövzusu, özlərini qanundan üstün sayma mövzusu. Yəni bütün bu maraqlı mövzuları həmişə kimi özünün stilistik, qanlı, şiddətli, actionu bol, bütün bu motivləri ora yükləyir. Misal üçün bax, şeyi götürək, Pulp Fiction. Kriminal qiraət. O tam anaxronizm bir filmdir də. Hadisələr oradan buradan almanaq kimi yığıb bir araya, amma xronoloji ardıcıllıqda baxsan, sən orada başa düşərsən ki, kino yaramaz bir işə yaramaz bir killerin, gangsterin işə yanaşmağı haqqındadır və onun belə deyək də, indi bunu istəsən kəsərsən, istəməsən kəsməzsən, onun panosu haqqında. Yəni söhbət burada kimdən gedir? Travolta'nın yaratdığı obraz var orada. Adı yadımdan çıxdı neydi? Oradakı o obrazı tam işə yaramazın biridir. Ona tapşırırlar boss'un yoldaşına göz qulaq olsun. Marcellus Wallace'ın yoldaşı Mia Wallace. Gəlirlər, yeyirlər, içirlər, keyf edirlər. Bunun diqqətsizliyi ucbatından qız az qalır da peridozdan getsin. Buna iş tapşırırlar, getsin Bruce Willis'in axırına çıxsın. Gəlir oturur tualetdə tırtır. Gəlir gör Bruce Willis bunun avtomatını götürüb bunu öldürdü. Kinonun hələ ortasıdır ya. Kinonun axırında bu yenə gedir tualetə. Gedir ora. Gəlir çıxır görür ki şeydir. Aləm deyib bir-birinə bunun dostunu tutublar nişana. Jules'u. Yəni bu adam öz qarnının badına verir hər şeyi. Öz səriştəsizliyinin badına özü də ölür. Gedir, nə bilim, orada bir-iki dənə də belə kasakları olur onun. Aləmi qatır bir-birinə. Kimlə dost olmaq lazımdır, oyuna arasını vurur. Gəlir maşını nə günə qoyur, bütün qan su içində maşını günə qoyur. Belə deyim, bu soundtracklər mövzusunu bitirməmişdən qabaq bir dənə də şey demək istəyirəm. Sənin o film həyatında, o film izlədiyin vaxtlardan istəyirəm biraz John Williams'dan danışaq, soundtracklərindən, biraz da Morricone'dan danışaq. Morricone'nin musiqisi çox elə musiqidir ki, özü truba ifaçısı olub da, cavan vaxtı özünün balaca bir dəstəsi var, eksperimentlər aparırdılar səslə. Musiqi ilə əlaqəli eksperimentlər aparırdılar. Bütün bu o eksperimentləri götürüb şey eləyirdi. Yavaş-yavaş formalaşdırıb yeganə bəstəkardır ki, bütün öz bəstələdiyi əsərlərin aranjmanını da özü eləyirdi. Heç kəsə də verə eləmirdi. Yəni bu ustadlığın gör nə səviyyəsidir də. Bəzən olurdu ki, indi bunu mənim bəzi TikTok izləyicilərim də deyiblər. Bəzi rejissorlar sırf onun musiqi əsərinin üstünə film yazırdılar. Hətta. Yəni sən düşün gör necə dahiyanə bir musiqi yazır. Misal üçün Dollar trilogiyasından birinci film.
A Fistful of Dollars. Bir iki qəpik dollara görə. Clint Eastwood'un məşhur o adsız kovboy obrazının birinci dəfə ortalığa çıxmaq. Orada truba sololu çox gözəl bir musiqi var. O Clint Eastwood'un ilk o 4-5 nəfəri vurduğu səhnədə də gedir, Ramonla axırıncı duelində də gedir. Çox gözəl musiqidir. Hətta o Ramonla o axırıncı duel səhnəsi şeydə də var. Nazad Budişi, Back to the Future 3-də də istifadə ediblər. Çox gözəl səhnədir o da. John Williams'ın özünü çox belə John Williams biraz bilsən necə yazır? Çaykovski kimi. Nağılvari. Onu deyəcəydim. Nağılvari yazır. Bax məsəl üçün Harry Potter'da da o yazıb, nağılvaridir. Evdə tək. Evdə tək. Ay sağ ol. Evdə təkə özdə John Williams'ı rejissora Chris Columbus'a Spielberg məsləhət görmüşdü. Spielberg deyib ki, bəs şeydə mən o ilə işləmişəm, eləmişəm, sənə məsləhət görürəm ki, bəs şey eləsin. John Williams'a da zəng edib ki, bəs çox belə istedadlı oğlandır, belədir, elədir. Maraqlı bir kino çəkir, hə. Köməkli elə. John Williams da John'la başına gəlib kömək eləyib, qəşəng də alınıb. İllərdir sevilən, düzdür. Yeni ildə bir başqa atmosfer olur melodiyalarında, Evet. amma yenə də mührünü vurulub. John Williams Schindler'in siyahısına necə gözəl musiqi yazıb. Hələ bayaq danışdığımız Indiana Jones. Hə. Indiana Jones-a özdə elə qəşəng yazıb ki, musiqini. Spielberg gəlib deyir ki ona, bəs mən belə deyə təsəvvür edirəm ki, bu filmə musiqi olmalıdır ya belə damparam, bampararam, ya da olmalı belə bampararam. Deyib ki, ikisini də yazın da. İkisini də bir-birinə eləyib, orada motiv elənsən ya. Yəni qəşəng xoddur. Точно Çaykovski. Prosta kino aləmində. Bax, misal üçün yenilərdən Hans Zimmer qeyd eləməsi olmaz. Hans Zimmer kimi çox istedadlı bir bəstəkar demək olar ki, azdır. Yoxdur demirəm, azdır. Hans Zimmerin misal üçün kinoya yanaşması çox təqdirə layiqdir. Misal üçün Guy Ritchie. Guy Ritchie'nin çəkdiyi Dilogiya Sherlock Holmes var. Robert Downey Jr., Jude Law onlar oynayıblar. İkinci hissədə orada. Hətta sən üçüncü çəkilmişdi. Üçüncünü hələ illərdir çəkmək istəyirlər, hələ ortalıqda heç nə yoxdur. Onu özdə Guy Ritchie çəkməyəcək. Əgər bir təhər qəbul eləsə, burca ayrı söhbət. Öz işidir. Öz işidir, hə. Özü bilər. Deməli, ikinci hissədə orada moment var. Bunlar Sherlock Holmes'la Watson, Doktor Watson gəlirlər Şərqi Avropaya. Bir tsiqankanı axtarırlar, qaraçı qızı. Gəlirlər tapırlar hardasa Rumıniya tərəflərdə bir meşədə filan. Söhbət edirlər o yan ben Rumun musiqisi altında bunlar rəqs edirlər. Məşhur melodiya Rumun musiqisi altında rəqslərdir orada. O musiqini yaza bilmək üçün adi bir motivdir də. Durub gedib Rumuniyaya. Gəlib tapıb orada qaraçıları, zadı, hamısını tapıb yığıb götürüb Hollywooda, Amerikaya. Oturublar başlayıb musiqini yazmağa. Sıfırdan. Onların öz musiqi alətləri, onların öz motivləri filan yükləyib hamısını bir ara qəşəng bir hə. Belə bir nüanslar ortaya çıxan həmişə mənim yadıma şey düşür. O Yağış Atan filmi Dustin Hoffman. Neçə ayların dəlixanada qalıb ki, o şeyi öyrənsin, o atmosferə düşə bilsin. Deməli var belə bir şey. İstəyir bəstəkarda olsun, istəyir rejissorda olsun, istəyir aktyorda olsun. Onun da bəstəkarı Hans Zimmer'dir. Həmin filmi. Yağış Adam filmi. Rain Man'ın bəstəkarı Hans Zimmer'dir. Rain Man'la əlaqəli də bir dənə balaca nüans deyim. Rain Man Oscar'a gedəndə Michael Douglas çıxır elan eləməyə ki, Oscar'ı kim qazanır. O vaxta qədər Oscar'da belə söz gəlir ki, and the Oscar wins. Oscar'ı qazandı. Michael Douglas çıxır deyir, and the Oscar goes to o gündən bu günə o frazanı işlədilər. Oscar goes to. Oscar getdi filan kəsə. Oscar getdi filan kəsə. Michael Douglas özü yeni Hollywood'un təməl daşlarından biri idi. Prodüser kimi şey eləyirdi. Yəni Lüboy kinonu irəli çəkmək. Ququ quşu yuvası üstünə uçur. Jack Nicholson. Prolетая над гнездом кукушки onun prodüserliyi əsasında olub. Nə qədər vuruşub o kinoya görə. Yəni cavan idi hələ onda. Hələ gör nələr 60-ların filmidir. 60-ın sonu 70-dən əvvəli belə. Ay sağ ol. O ərəfədə. O yeni Hollywood'un dalğası idi.
Oradan gəlirdi. Məsələn bir şey deyim, məsəl üçün bu soundtracklərdən ki danışırıq, məsələn Morricone-yə toxunmaq istirdim. Onun bir filmə yazdığı musiqi var idi. Piano haqqında əfsanə, səhv eləmirəmsə belə gedir. Ha, Film özü möhtəşəmdir, Tornatore. Giuseppe Tornatore. Bəstəkar Morricone sadəcə möhtəşəmdir. Valsi. Vice, Crave, The Crave musiqisi, Magic Vice. Sonra nə idi orada? Sizin tədbirdə Playing Love var. Playing Love. Playing Love çox təsirli səhnədir orada. O gəminin güzgüsündən baxır. İlluminatordan baxır qıza, başlayır baxa-baxa o nə hiss eləyirsə onu da çalır. Ümumiyyətlə orada musiqini çox gözəl göstərib ki, baxır misal üçün orada deyir, sən də deyir necə alınır? Truba çıxar soruşur ondan ki, bəs səndə necə alınır bütün bunları bəs belə şeyləmi? Deyir ki, baxıram adama baxıram onun üzündə görürəm mən musiqini. Başlayır deyir, bu adama bax, bunda belə musiqidir. Ona bax, bunda belə bir musiqidir. Xarakterlərini verir. Sanki bir filmdə Morricone bütün o istedadını qoyub ortaya. Hər janra uyğun əsərlər bəstələyib və hamısı bir-birindən gözəldir. Yəni mən bir truba ifaçısı kimi başlayan bəstəkardan bu cür virtuoz bir fortepiano musiqisi gözləmirdim. Yəni fərqli bir janrda bir nümunə dediyim, bax misal üçün HBO-nun TV filmidir. Arturo Sandoval haqqında film. Va imя любви. Əslində adı gəlir For Love or Country. Yəni ya sevgi, ya da ki ölkə. Arturo Sandoval özü dünyaca məşhur bir truba ifaçısıdır. Jazzman, Kubalı. Yəni onun həyat və yaradıcılığı haqqında elə musiqilər var ki, orada özü bəstələyib özü o kinoçu musiqiləri. Andy Garcia. Andy Garcia oynayan dostu özü də elə qəşəng imitasiya eləyib ki, truba ifasını. Sanki özü çalır həqiqətən. Elə bil özü çalır. Yəni o dərəcədə realistik. Yəni baxırsan belə musiqilər də necə gözəl. Gershwinin The Man I Love başlayan kimi 6 dəqiqədən yuxarı bir yəni qəşəng orada musiqi, Paquita de Riviera'nın saksafon improvizasiyası. Yəni bir-birindən gözəl. Marianella, sonra Marianella Says Goodbye. O mahnı vəhşi fantastikadır. Sonra realistik imitasiyanın dili bizim ikimizin də sevdiyi bir dənə film var. Oradakı musiqiçini düzgün imitasiya eləyə biliblər. Çox vaxt gülüş hissi oyadır da adamda. Baxırsan belə gülmək tutur ki, yəni xəcalətdir də bu nədir? Yəni özümüz musiqiçi isə ilə baxırıq ki, gülməli tutublar aləti, gülməli şeylər ifa edirlər. Pesnya İmyan. Adların mahnısı. Həmən filmə əvvəl istəyirdilər Dustin Hoffman'dan Anthony Hopkins'i çəksinlər, sonra götürdülər Tim Roth'la Clive Owen'ı çəkdilər. Necə gözəl bir filmdir. Necə gözəl imitasiya eləyiblər orada skripka ifasına. Amma deyəsən Whiplash'da da elədir. Aktyor çəkilib, amma musiqiçi deyil. Whiplash'da Damien Chazelle öz uşaqlıq travmasını götürüb çəkib əməlli başlı. Yəni deyirlər, ağlıma bir şey gəlmirsə özünlə əlaqəli bir şey yaz çək. Qəşəng partladı. Amma Damien Chazelle saksafonu öyrənirdi, barabanı yox. Bura barabanı qoydu. Miles Teller baxırsan ki, orada arıq stil oğlan elə necə qəşəng J.K. Simmons dirijor rolunda ümumiyyətlə fantastika. Yəni doğrudan elə dirijorlar var, həqiqətən var. Yəni adamı belə sənətdən soğuda bilən insanlar var. Qan utdururlar. Yəni adam baxır ki, belə mən vəbşi niyə bu işlə məşğulam? Atırsan aləti zadı ki, cəhənnəm olsun hər şey. Amma dözmək lazımdır. Çünki qabağında hədəf var. Hədəfə doğru geyir, sevgilisini zadı atır ki, geyib yox, olacağam mən. İndi Miles Teller'a baxırsan, təzəlicə kinosu çıxdı Anya Taylor-Joy-la. Maşallah, xarizma. Bığ saqqal buraxır. İllər keçib var. İllər keçib, əməlli başlı belə kişiləşib belə. Orada baxın stil oğlandır. Baxsan bəlkə də orada tələbə yaşında dördü. Yəni böyük bir. Amma cavandır da. Cavana necə uyuşur da fizionomiyası. İndi maşallah orada xarizma. Başqa bir şedevr musiqidən danışmaq istəyirəm. Filmin adını çəkən kimi yəqin sənin reaksiyanın artıq dəyişəcək yaxşı mənada. Bir dəfə Amerikada. Ennio Morricone. Ennio Morricone orada prosto nə bilim. Prosto superdir. Biz sənə o orkestrdə populisini ifa eləmişdik. Bu filmin gözəlliyi onda ki, film özü ayrıca sevilir. Musiqisi tam ayrıca sevilir. Aktyor heyəti, hər şeydə mükəmməl. Sadəcə olaraq bu filmin taleyi biraz qəribədir.
Biraz bilsəm, məlumat verərdim. Mən o biraz- qədər məlumatlı deyiləm. biraz ondan danışım mən. Film özü dövründə, indi də o kino tənqidçiləri araşdıranda eləyəndə ən belə batmış filmlərdən hesab olunur, uğursuz filmlərdən hesab olunur. Onda səbəbi Finans nədir? cəhətdən də. Həm finans cəhət, həm də ki, məsələn, Sergio Leone onu çəkəndə 8-10 saat aralığında çəkilib film. Nə? 8-10 saat aralığında çəkilib və film ona dedilər ki, bu xronometrajda heç yer bunu qəbul eləməyəcək. İstər televiziya olsun, istər kinoteatrlar olsun, heç bir yer, heç kasetlər də yerləşməzdi o qədər. Deməli, o kəsdi və belə bir şey əmələ gəldi. VHS kasetlər üçün, daha sonra da DVD-lər üçün çıxdı. 3 saat 49 dəqiqəlik xronometrajlı bir şey çıxdı. Amma kinoteatr hardasa 2 saat, 1 saat 40 dəqiqəlik belə normal indiki normal kino xronometrajında verdilər kinoteatra. O dövrdə O də. dövrdə və onun nəticəsi idi ki, film uğursuz alındı. Çünki tamaşaçı gəlir kinoteatra, o qədər 8 saatlıq, 10 saatlıq filmdən saat yarım 2 saat saxlamaq, yəni filmin 6 saatı kəsilibsə, tamaşaçılar çox şey tuta bilmirdilər. Sujet qırıqlığı var idi. Məsələn, baxanlar tam anlayamırdı. Bu niyə buradan belə çıxdı? Buradan telefon niyə belə zəng vurdu? natamam idi. Natamam idi. İnsanlara çatmırdı. Sadəcə olaraq bu ssenarinin özü, aktyor heyəti, musiqinin şedevr, belə də əl çatmaz olması kinonu xilas elədi tamaşaçılar tərəfindən. Amma kino özü qazanc götürmədi. Öz büdcəsi 30 milyon dollara çəkilmişdi. 5 milyon dollar qazanc əldə elədi. Hardasa 25 milyon yaxın itki verdi. Heç başa-baş çıxmayıb. Heç başa-baş da çıxmadı. Amma çox qəribədir. Bu qədər itki ilə, bu qədər montaj kəsintisi ilə bəlkə də heç yerdə yoxdur artıq onun 8 saatlıq tam versiyası. Yəqin ki, heç onun şəxsi arxivində də qalmayıb, ailəsində falan. Amma bununla bərabər yenə də dünya kinosunda Xaç atası nə qədər sevilirsə, Shawshankdan qaçış nə qədər sevilirsə, Yaşıl Mil nə qədər sevilirsə, bu film də yeri ayrıdır. Bu film də bir o qədər sevilir. Əlbəttə, əlbəttə. Gangster filmləri həmişə sevilir. Özdəki beləncinin gözəl sənət əsəri. Özü Robert De Niro oynasın. Sergio Leone özü maestrodur. O, yəni o danılmaz bir faktdır. Amma ki, belə bir şey deyim sənə, rejissor versiyaları olur filmlərin ha. Bəli. Onlar çox vaxt düzdür, razıyam ki, olur ki, onlarda misal üçün bəzi süjet xəttləri olur ki, lazımı olur, amma çıx-çıx kesirlər, atırlar bir qırağa. Amma elə də olur ki, misal üçün rejissor variantı çıxmasa daha yaxşıdır. Misal üçün komediya var, Tupoy еще тупее. Jim Carrey. Jim Carrey. O birisi aktyorun adı yadımdan çıxdı. Ha, yəni təsəvvür O elə. aktyor bir şey yaddan. Ha, o həmişə yaddan çıxır niyəsə. O kinonun orijinal versiyasına hamı baxıb. Sən də baxmısan. Nə qədər gülmüşük orada da. Yəni həm gülməli zarafatlar, həm də eşşək zarafatları da var da. Yəni necə deyirəm. Amma rejissor versiyası daha betər zarafatlarla, dırnaq içində zarafatlarla doludur. Yəni heç süjetə zərrə qədər də bir şey qatmır. Adicə sən bir dənə bir şey deyim, indi yadıma düşdü bayaq danışdığım filmdən, bu bir dəfə Amerika filmindən. Orada bir dənə bir sirr var idi ki, Ennio Morricone'un əsərini, həmin o Deborah mövzusunu hər səhnədə çəkilişdə Sergio Leone özü qoyurdu, hər səhnədə o şeyə çəkilişə başlamışdan qabaq bütün aktyorluğu atmosferi yaratmaq üçün. Və təsəvvür bütün film çəkiləcək, o musiqi fırlanırdı. Bütün çəkiliş boyu. Ona görə bəlkə də aktyorlar da belə möhtəşəm oynayıb. O dövrdə geyimlər, dekor, hər şeyə möhtəşəmdir. Mən James Woods ləzzət verdim. Şey, neydi oradakı adı? Max. Sadəcə o filmin sonu da biraz naməlum qalır da. İnsanlar, bəziləri deyir ki, o atır özünü, o deyəsən zibil maşını gedir də finalda sonunda. Ölür, yoxsa sağ qalır, necə olur? Bu yoxsa bir xəyaldır, o ərişlənin. Mən də elə onu səndən soruşmaq istəyirəm. Yəni səncə necədir? Valla ola bilər ki, bir xəyal olsun. Konkret bir şey olmalı. Yox, ona rejissor özü dəqiq bilə bilər. Çünki hər tamaşaçı başqa bir şey götürdü. Sən nə götürürsən məsəl üçün? Filmin axırında Gero Çin teatrında uzanır, dincəlir, axırda beləsinə baxır, belə yuxarı gülür, krupni plan. Bax, məncə bu onun yuxusu olduğuna görə belə gülür. Mənim fikrimcə. Yəni hər şey yerində, dostları sağ qalır falan belə, yoxsa? Yəni o fikirləşir ki, polisləri satıraq onları. Satır sonra gəlir. Kino elə bir ortadan başlayır əvvəli. Sonra qayıdır əvvələ, bütün liniyanı keçir, sonra tezdən qayıdır həmin nöqtəyə. Mən bilən o xəyal eləyir ki, mən bunları satdım ha. İndi bütün hər şey belə oldu da. Hə, düz elədim də onda yəqin. Yəni mənim fikrimcə.
Bəlkə də o sənin dün keçirilmiş səhnələr tamamlaya bilərdi hər Hər şeyi. şey ola bilərdi. Biz tamaşaçılarımızdan da soruşa bilərdik. O filmə kim baxıbsa, onların fikri nədir? Yəni sonluğu necə qurtarır? Yəni siz oradan nə anladınız, nə götürdünüz? Elə orada rəy bölməsinə yazarsınız, biz də bərabər oxuyarıq. Bizə də maraqlıdır. Bəlkə yeni bir şey öyrəndik. İndi cizgi filmlərdən biraz danışaq. Məsələn, dövrümüzün və indi də çəkilir əlbəttə ki, Pixar animasiyalarından bizim sevimli cizgi filmlərimizdən onlardan danışaq. Fikirlərim maraqlıdır. Bax Pixar vəbşi ümumiyyətlə çox maraqlı bir şirkətdir Pixar özü. Pixar o vaxt şey üçün George Lucas üçün qrafik bir şeylər hazırlayırdılar da Star Wars üçün. Ondan sonra demək olar ki, heç kəsə lazım olmadılar, qalmışlar belə ortalıqda. Onları Steve Jobs alır. Alır, amma onun da işinə o qədər yaramırlar. Çünki bunlar istəyirlər animasiya filmi çəksinlər. Amma Steve Jobs ayrı şey üçün bunları elə bil satın almışdı şirkəti. Dedi ki, valla 1-2 ilə sizə də satıram. Görün neyin üstə. Bu da əlaqə düşürlər tez bazar başla animasiya filmləri, zadları çəkirlər, balaca kortkometrajkalar, bir şeylər. Şahmat oynayan kişi var idi məşhur. Yox, elə ona qədər. Luxo atlanan lampoçka haqqında. Luxo Junior onu çəkirlər. Sonra oyuncaq var bir dənə belə baraban çala-çala gezir, soldatik. Oradakı uşaq animasiyası Allah heç kəsə göstərməsin. O vəbşə kaşmardır. Balaca uşaq görsə dili tutular. Yəni dəhşət bir qrafika idi. Ondan sonra təkmilləşə ortalığa çıxdı Toy Story. Ondan sonra 94-cü il səhv eləmirəmsə. 94-95 belə. hə, o dövrlərdə. Ondan sonra Pixar'ın əməlli başlı bir strategiya liniyası oldu. Yəni bilsən necə? Biri var ki, Disney'in çizgi filmləri. Amma şeydə tamam fərqlidir Pixar'da. Pixar sualı ayrı cür qoyur. Belə olsa necə olardı? Yəni bax misal üçün maşınlar danışa bilir. Maşınlar danışa bilir. Görəsən necə olardı? O Taçkini nə vaxtdan çəkmək istirdi onun rejissoru. Səhv eləmirəmsə Pit Doctor'dur deyəsən onun rejissoru, səhv eləmirəmsə. Orada ən çox işləyənlər elə 3-4 dənə rejissor var ki, bir yerdə işləyirdilər həmişə. Pit Doctor da onların içində idi. Deməli, bu nə vaxtdan çəkmək istəyir? Kerouac'ın romanını oxuyandan sonra, Yolda romanını oxuyandan sonra qərara gəlir ki, yolla əlaqəli bir şey çəksin. Bunlarda mif var, bir dənə yolla əlaqəli 66-cı trassa. Oyla əlaqəli miflər doludur, Amerikanlarda doludur. O fikirləşir ki, bu ilə əlaqəli bir maraqlı multik çəkim. Orada elə gözəl alınır ki, o multik yarış maşını haqqında. Əvvəlcə Disneydə balaca olan Disneyin bir multikini görür. Köhnə bir maşın haqqında. Həvəslənir ki, mən də böyüyəndə çəkəcəm. Böyüyür, imkan düşür əlinə çəkir. Ən məşhur ulduzların səsləri ilə Owen Wilson, Paul Newman, ən əcda səslər. İndi bizə ssenari quruluşu elədi ki, misal üçün də personaj olur ki, misal üçün personajın arkası. O müəyyən bir şeylərdən keçir, dəyişir. Elə var ki, ploskidir. Ya heç nə dəyişmir, ətrafını dəyişir. Elə də var ki, neqativ arka. Yəni gedir dairə dibə düşür. Bunda ploski arkadır. Necə qəşəng işləyiblər. Cizgi filmin əvvəlində McQueen egoistin biridir. Ancaq özünü düşünür. Ancaq qələbə. Mən piston qazanmalıyam. Mən sürətəm. Mən şimşəyəm. Bu ancaq özünü fikirləşir. Ta ki öz axmaqlığına görə üçlü heç olmayınca. Bunlara əlavə bir şans verirlər ki, hə, Floridada deyəsən, bir dənə də yarış eləyin. Gəlir yarışa, orada da öz axmaqlığı ucbatından şey qoymur, gəlsin, yatsın, makı. Deyib, bütün gecəni deyir, sürürsən, mən də ayığam yalandan. Sürüşür, gəlir, düşür yolun ortasına, azır, gəlir, düşür şeyə. Həmin trassadakı şəhərciyə gəlir, gör, orada vəbşi yuxulu həyat tərzidir. Yollarını uçurdur, dağıdır. Yavaş-yavaş onların təsiri ilə bu başlayır dəyişməyə. Ətraf kənar buna başlayır dəyişikliyi təsir eləyir. Yəni fikir versən, orada əsas qəhrəman heç McQueen özü də deyil. Orada əsas qəhrəman şəhərdir. Şəhər nə vəziyyətdə olur? Ta ki McQueen ora gəlincə. McQueen gəlir oranı dağıdır, sonra tezdən remont eləyir, sonra dirçəldir. Bunu aparıb qaçırdırlar. Bu qalır belə, şəhər tezdən qayıdır öz əvvəlki nöqtəsinə.
Ta ki McQueen yarışda qazanıb turist axınını ora eləməyincə şəhər tezdən dirçəlir. Taçkidə əsas qəhrəman şəhərdir. McQueen deyir. Bax misal üçün onlarda ümumiyyətlə Pixarda beyin fırtınasıdır. Ya əməlli başlı iş orada elədi ki, xırda detallarda gizlidir orada dahilik. Baxırsan ki, misal üçün onlar həmişə öz çəkdikləri cizgi filmi hər bir aydan bir, yəni nə qədərsə bir yığışırlar, yüngülvari bir izləmə keçirdirlər. Çertyojlar, eskizlər əsasında nə düz gedir, nə səhv gedir deyə baxmağa. Ki, milyonları verdi, yəni çəkin axırda da oyda bu nədir, olmasın. Gəlirlər, baxırlar, şeydir, nəsə burada, baxırlar ki, hər şey yerindədir, amma nəsə düzdür. Elə bilsən, yemək pişirmişsən, duzu çatmaz, nəsə yerindədir. Super Semeyka var, Super ailə. Super ailə. Onun rejissoru Brad Bird çəkir, belə sxemiz adı, göstərir işçilərinə, baxırlar, deyirlər, hər şey yaxşıdır, amma bax, bu səhnədə nəsə elə bil çatmır. Bu şey yerində qeyr, xilas eləyir yanğından adamları, sonra axşam vaxtı evə gəlir, arvadı başlayır danlamağa ki, bəs sən niyə gəlmədin, uşaq bəs belə-belə, məndən başla bir-birlərinə qışqırmağa o səhnə. Deyir, oğlan çox qabaritlidir, iridir də, qız onun yanında incədir və bu qışqırdıqca daha da zlodey tonları alır da, cani tonları alır. Bunu necəsə tarazlamaq lazımdır. Deyir, bu dəqiqə. Gedir, düz qoş eləyir, bir ay sonra tezdən baxırlar, bravo, super, deyir, neynədin, senarini dəyişdin, neynədin orada, nəsə, deyir, heç neyi dəyişmir, rakursu dəyişdim. Götürür orada neynir? Bu, orada pik nöqtəsində əsəbləşməklərinin, uşaqlar gəlib çıxır, o səhnəyə qədər. Bir rakursdandır ki, orada oğlan elastikan üstündə yüksələ-yüksələ, qışqırır eləyir, götürüb rakursu dəyişir, qız da qalxa-qalxa bunun üstündə başlayır qışqırmağa. Taraz deyir. Bir dənə balaca nüansla. Pixarla əlaqəli ümumiyyətlə o qədər maraqlı məlumatlar var ki, yəni mən istəyərdim, misal üçün, buradan bir kitab nümunə göstərim. Dahilər Korporasiyası. Super kitabdır. Ümumiyyətlə, Azərbaycanca inanmıram hardasa tapılsın, amma hardansa orijinalda, rusca, ya da türkcə tapsaz, mütləq alın oxuyun. Pixarın buradan Pixar olana qədər nələrdən keçdiyini orada çox gözəl görə bilərsiniz. Misal üçün, orada bəyəndiyim bir şeyə bağışlı sözü də keçirəm. История игрушки, Toy Story 2-ni çəkəndə bunlar, deməli, işdən çıxanda hansısa işçi səhvən neysə bir dənə knopkanı basıb, bütün serverləri pozub. Tez bunlara orada smendə olan bir texniki şöbənin müdürü zəng gəlir ki, tez yığışın, gəlin burada aləm deyib bir-birinə, qaça-qaça gəlirlər. Bütün əziyyətləri yoxa çıxıb. Hər şey. Multikin də ortalığa çıxmağına 2-3 ay vaxt qalıb. Yəni, təsəvvür edin, o vaxtki texniki inkişafı 2-3 ay onlar üçün nədir? 2-3 gün kimi bir şeydir. Gəliblər panikada, bir dəqiqə, stop. İndi bu dağa günahkarı axtarmaq vaxtı deyil. Tapsaq belə heç nə dəyişməyəcək, silinib bütün materiallar. Bizə deməli lazımdır rezerv materiallar. Hardadır rezerv materiallar? Tez o serverləri tapın ki, o serverlər də silinib. Dəliyə dönüblər, o qədər pul qoyulub, o qədər vaxt sərf olunub, başları partlayır, bilmirlər nə etsinlər. Bir dənə işçi qayıtdı ki, qadın. Deyir, bəs mən deyir, siz bu işə başlayanda mən deyir dekretdə idim. Və siz hər gün tamamlanmış işi mənə disketlərlə yollayırdınız. Mən evdə onları işləyirdim, rahat işləyə bilmək üçün. Bəlkə mənim kompüterimdə nəsə qalıb. Deyirlər, tez gəlirsən evə, yığırsan hər şey, gəlirsən. Gəlirlər, yorğan döşəyə, bürüyürlər keysi. Gəlirlər, deyə elə götürüblər ki, elə bir körpə uşağı, yatmış uşağı deyə oyatmamaq üçün də belənsin, götürüb qoyublar, taxıblar, bütün hər şey orada. Deyib, bəxtimiz götürdü. Deyib, balaca bircə nəfərin səriştəsizliyindən bütün işimiz zay ola bilərdi. Bir nəfərin hesabına hər şey düzəldi. Ondan sonra deyib, biz başladıq, deyib, bütün bu rezervlərimizi deyib, daha möhkəm şeylər. 3-4 dənə hard diskdə saxlamaq lazım. Terabaytlarla. Bir şey deyim, bir kinoman kimi soruşum səndən. Cizgi filmlərdə çox baxmısan, Pixardan danışdıq. Pixar yoxsa DreamWorks izləmək üçün, sırf izləmək üçün. Yəni, fərqləri nədir? Fərqləri çoxdur. Əlbəttə ki,
Amerikan filmi, ümumiyyətlə hansı bir cizgi filmə baxırsansa, mütləq yanında uşağın valideyn olmalıdır. Bax elementar olaraq buna da əgər baxırsa uşaq yanında valideyn olmalıdır izah eləmək üçün. Bunlara da baxırsa mütləq yanında valideyn olmalıdır. Ayrı cür mümkün deyil. Çünki uşaq durmadan ki suallar verir. Bu nədir, o nədir, niyə belədir, nə üçün belədir? Onlara cavab lazımdır axı. Multik nə qədər başa salsa da, uşaq gərək özü yanında valideyni başa salsın ona. Bax, misal üçün, DreamWorks-un bir dənə cizgi filmi çıxmışdı. Bad Guys, pis oğlanlar. Oğrular haqqında multikdir. Yəni, sən uşağa başa salırsan evdə ki, oğru olmaq pisdir, oğurluq eləmək olmaz, bəs belə, elə hər şey başa salırsan da uşağa. Birdən-birə multikdə baş qəhrəman, multikdə oğru dəstəsi, bir-birindən maraqlı koloritli oğrular, canavar, nə bilim, piranya, akula, mənə bir böyük kimi ləzzət edir. Gülməlidir, əyləncəlidir, actionu boldur, maşın yarışları, oğurluq zad, o yan belə ekstremal vəziyyətlər çox qəşəng cizgi filmdir. İkincisi də bu yaxınlarda gəlir. Amma ki, uşağı gərək yanında oturub başa salasan. Çünki uşağın mənəvi kompası səhv yerə gedə bilər. Eləcə normal şeydir. Normal bir şeymiş kimi. Ya da, misal üçün, mənim çox sevdiyim Don Bluth, bu Anastasiyanın rejissoru. Don Bluth'un animasiyaları hədsiz gözəldir. Don Bluth'un əlindən çıxanlar, misal üçün, Secret Nimx, Nimxin sirri, laboratoriyanın adıdır elə, abreviatura. Anastasiya özü, bütün itlər cənnətə düşür. Bu cizgi filmlər hamısı bu adamın əlindən çıxıb və 90-ların, 80-ların uşaqlarının beyni ilə indiki uşaqların beyni informasiya qəbulu eyni deyil. Ona görə nə olur olsun, Disney, DreamWorks, Pixar, ya nə bilim köhnə bir şeylər uşağın yanında mütləq əvvəlcə valideyn OTK-dan keçirtməlidir bunu. Baxmalıdır ki, nə var orada. Bəlkə misal üçün də Buzz Lightyear cizgi filmindəki kimi. Allah rəhməsin, oturmusan, baxırsan, birdən orada LGBT səhnəsi çıxdı. Belə bir şey deyim də, məsələn, biz uşaq vaxtı 70-lərin ən belə məşhur cizgi filmlərindən olan, ya bizim üçün məşhur cizgi film olan Robin Hood-a baxmışıq. Amma Robin Hood-da necədir, yəni belə baxanda indi varlıdan alıb kasıba vermək, dəstək olmaq falan. Amma heç bir təsir altına düşməyib. Nə biz, nə bizim nəsildə olan insanlar, nə bizdən qabaqçılar. Sövq eləmir ki, və tək oturub da baxmışıq, heç bir şeydə şeymiş. Biz də varlıdan alıb kasıba ver, ya da nəsə belə bir şey yoxdur heç kimdə. Normal ekran əsəri kimi insan baxır. Necə ki, kitabı oxuyan deyirsən ki, mən də belə olacağım. Kitabı oxuyursan, mənəvi qidalanmaq üçün, beynin təzələnsin, istirahət eləyəsən. Film də elə, sırf istirahət üçün, əyləncə üçün, məsələn. Yəni, kinoşünaslara çıxıram da, indi bu tənqidi araşdırmalar falan. Yəni, əgər neysə baxıb, elə bir şey olmaq istəyirsə, onda gəlir sən filmə baxmırsan. Hər filmdə milyon dənə şey var. Sən hər bir şey oxşamaq istəsən, beyin dözməz ona. Mən dəmir adam olacağam, hamısı mənə vurdu, dağıtdı, işıq çıxsın burada. Olmur axı elə şeylər. Uşaq da istəyə bilər, misal üçün, dəmir adam olsun. Amma başa düşmür ki, dəmir adam olmaq üçün sən gərək nə tonlarla kitab oxuyasan. Məsələn, biz DreamWorks-un məşhur cizgi filmlərindən olan Eldorado yolu, Aferistlər haqqında multik. Biz uşaq vaxtı baxırdıq. Mən Tulioyam, mən Migueləm. Amma ki, çox maraqlı cizgi film idi. Cizgi filmi olaraq maraqlıdır, amma indi bax misal üçün mən valideyn kimi oturub baxıram ona. Orada erotik səhnələr var. Məsələn. Sarı Tulio idi, yoxsa Miguel idi? Sarı Miguel idi. Точно. Bax misal üçün Miguel gedir, Tulio qalır tək Çellə. Çel gəlir belə saçlarını şeylir ki, beləsinə. Mən indi boşam zət. Mən də boşam zət. Elə deyir də. Bu elə belə deyir ki, uşaqlar üçün baxmasın. Bildim, mən yaşlanmışım. Yəni təsəvvür elə. Mən də deməyim indi hansı səhnələr. Sən olsun Shrekdən falan. Bax misal üçün, həmin o dediyin Eldorado da böyüklər üçün səhnələr var. Yəni o şeydir. Biz misal üçün ötüb keçirdik o vaxt. Durub indi hamı fikir də vermirdik. Baxdığını təkrarlamırdı axı. Mən misal üçün DreamWorks-dan danışırıqsa, misal üçün Misir Şəhzadəsi, Prens Egiptdə.
baxırsan ki, orada elə şeylər var ki, düz deyə dini kitablarda qeyd olunmuş şeylərdir bunlar hamısı. Yəni Musa peyğəmbər faraondan yəhudiləri xilas eləyəndə nələrdən keçib, nə edib, Allah Taala onlara nə cəzalar verib, hamısını vizual olaraq göstərir musiqi. Film musiqisi də gözəldir. Hans Zimmer. Amma bax mən məsəl üçün bu yaxınlarda baxdım onlayn olaraq. Kommentlərə baxıram. Valideynlər yazır ki, mən deyir uşaq vaxtı bu multika baxırdım. Ötəri. Yəni mən şey eləmirdi də, ləzzət elirdim multik, amma gəlib dərinliyinə varmırdım. İndi deyim mən deyir valideynəm. Mən istəməzdim ki, uşağım bu multika baxsın. Yəni başa düşürsən? Elə multiklar olub ki, elə onlardan da əvvəl dövrlərdə cəmaatı kinoteatrdan nasilka ilə aparırdılar. Vəbalı itlər, ya mən nə bilim təpələrin sakinləri filan. Orada dəhşət şiddətli şeylər var idi. Yaşlı adamlar gəldi nəvələri ilə oturub baxmağa, nənələri, babaları nasilkada aparırdılar ki, bu nədir gördük biz burada. Yəni elə multiklar da var. Mütləq əvvəlcə böyük baxmalıdır cizgi filminə. Doluyurlar dolasınlar, yekə adamsan oturmusan multika baxsan, baxmalısan. Baxırsan, sonra uşağı ötürürsən ki, nədir, nə deyir. Belə bir şey deyim. Biz cizgi filmdən danışdıq. Biraz kompüter oyunlarına yönəlmək istəyirəm. Amma necə? Elə bir kompüter oyunları var ki, onlar ilkin olaraq özləri yaradılıblar da, yəni oyun kimi. Bir müddət sonra o oyunlar haqqında filmlər çəkilib. Və yaxud da filmlər çəkilib vaxtı ikən, sonra o filmlərdən qaynaqlanaraq oyunlar istehsal olunub, oyunlar yaradılıb. Bu istəyirəm mövzuda biraz danışaq. Oyunlar var. Bizim hamımızın balacalıqdan keçdiyimiz bir etapdır da kompüter oyunları. İndi bizim dövrümüzdəkilər Dendidən, Sega'dan keçiblər. Super Mario, Sonic. Onların da bu yaxınlarda ekranizasiyaları çıxdı. İndiki pokoleniya o qədər də bilmir. Misal üçün də onları. Vergən balaca uşağın əlinə 5-6 yaşında uşağın əlinə Super Mario, Sonic deyəcək, bu nədir? Adicə sənə deyim ki, film olaraq da, hətta məsələn Sonic və o digər filmlərdə uşaqlar üçün çəkilən filmlər indiki dövrdə belə bir möhtəşəm bir səs-səda salmadı. Yəni dağıtmadı kinosu. O Sonic gəlir, yəni Sonic hamı, yəni o məsələn qisasçılar filmləri var məsələn. Kapitan Amerika deyəm. Onlar kimi şey yaratmadı. Hə, müqayisə də ola bilər. Dövr üçün şey olmadı. İnsanlar dağıtmalar, kinoteatrda Sonic gəlib, belə bir şey olmadı. Bax onun üçün 10 illiklər lazımdır. Amma oyunu indiyə qədər sevilir. Oyunu indiyənə qədər sevilir, indiyənə qədər də buraxırlar hələ. Bunu belə bir necə deyirlər, demək olarmı ki, oyun qalib gəlib filmə. Oyun üstəliyib filmi. Film o qədər də məsəl üçün oyunla müqayisədə qurulamayıb. Onu bilmək üçün gəlib baxaq da filmə. Mən məsəl üçün 1-ciyə baxmışam, 2-nə 3-ə baxmamışam. Məsələn bir müddət Barbie necə səs saldı, tutaq ki. Məsələn, amma məsələn o digər bu filmlər o qədər də səs görür olmadı. Sən qarışdırma ya. Barbie elə deyir. Barbie'nin adı var oyuncaq. Mattel şirkətinin buraxdığı oyuncaq haqqında deyir o. Elə deyir. Onun dərin mənaları var orada. Orada dərin sosial mövzulara toxunur. Bax, misal üçün götürək, bax, bu sənət əsərin, Titanic. James Cameron manyak deyir ki, götürsün milyonlarla pulu 2 nəfərin sevgisi haqqında kino çəksin. Orada heç inandırım səni. Jack Rose bircə dəfə də olsun mən səni sevirəm deməyib. Otur kinoya əvvəldən axıra bax. Yoxdur orada elə söhbət. Burada da dərin mövzulardan gedir söhbət. Yəni sən deyə bilərsən, hə, gəmi də getdi, batdı. İşin dərinliyində kralı tanımaq. Gəmiçilik zehniyyəti ilə oturub baxmayacaqsan ki, Titanicə. Yəni Barbie də elə. Barbie-yə mən hələ ki baxmamışam. Amma orada da var, məsəl üçün dərin mövzular. Batmış bir film oldu. Vavilon. Brad Pitt Damien Chazelle çəkmişdi. Kinonun yaranması haqqında deyəsən. Kinonun yaranması deyir. O səssizlə sesli film keçid dövründəki aktyorların həyatı tərzindən zətdən. Yəni səthi baxsan, deyərsən ki, milyonları görünəyə xərcləyiblər. Amma dərinliyinə getsən işin, onda bilərsən ki, orada misal üçün sən bu ilə nə demək istəyirdi? Marvel deyirsən, bu Marvelda Marvel olana qədər birinci neylərdən keçdi? Blade-i çəkdi, X adamları çəkdi, Hörümçək adam trilogiyasını çəkdi. Yəni bax bunlar Xalqlar. Xalq 1.
Ang Lee çəkmişdi ən birinci xalqı. Apartullu adamın gözləri də aynə günə qalırdı o xalqdan. Yəni bax bütün bu uğurlar, uğursuzluqlar sırasından misal üçün şey çəkmişdilər. İndi misal üçün partladan Sarviqalava var, Daredevil. Onun serialı dağıdır, tökür. O ən birincisindən şey çəkmişdi, Ben Affleck. Kino batmışdı, amma indi misal üçün bəzi fanatlar baxır deyir, nə qəşəng kinodur, şedevr. Fantastic 4-dür, Ghost Rider, sonra nə bilim, bütün bax bu kinolardan gələ bu cəmaatın belə deyək də Nəbzini tuta-tuta. nəbzini tuta-tuta, yəni hələ də baxılırmı, hələ də sevilirmi, maraq doğururmu, düzmü gedirik, səhvmi gedirik? Bütün bunlardan gedə-gedə öz kino kainatlarını yaratdılar ki, uçuruma doğru gedir o da. Axırda Disney götürdü. Disney-yə özlərini sırıdılar. Sırıdılar, ora gedəndən sonra da aləm qarışdı bir-birinə. Misal üçün bax, qisasçılar zət deyirsən, qisasçıların misal üçün orada fazalarla daxı, birinci faza, ikinci faza, üçüncü faza, üçüncü Elə bir iş çıxır. Birinci faz. ola bilər. Üç fazada, birinci üç fazada. Çox uğurlu filmlər oldu. Bax, orada birləşdirsən onları. Adı gəlir Infinity Saga. Thanos'la əlaqəli olduğuna görə də, yəni təsəvvür elə bu Thanos'a bunlar gedirlər birinci Dəmir Adamdan bu yana. Birinci Dəmir Adamda bilinmir də, daha çox görsənir şeydə, səndə, qisasçılarda. Qisasçılar, qalaktikanın qoruyucuları oralardan görsənir. Amma birinci Dəmir Adamdan bu temanı qoyurlar. Yavaş, pillə gəlib çatdırdılar finala, endgame'ə. İndi o qədər böyüyüb ki, kino kainatı Marvel'ın idarə olunmur, dağılır, tökülür. Yəni bunlar o kino kainatı ona görə yaratdılar ki, bütün nə məhsul buraxılacaqsa Marvel brendi altında hamısı bir kainatdan gəlir. Gördülər ki, idarə eləmək olmur, açdılar. Multi kainat var. Multi kainatda misal üçün nə bilim, Dəmir Adam misal üçün zəncidir. Yəni nə bilim, Fantastic 4-dür, başqa sastavlandı. Rasamaxa vəbşə nə gündədir. Yəni özləri üçün manevr yerləri açırlar, amma da demirlər ki, elə bil dolub daşmış stəkan kimi də qıraqlardan tökülür. Yığmağı mümkün deyil. Bax misal üçün ən gözəl uğurlu ekranizasiyalarından biri İnanılmaz Hulk, Incredible Hulk. Mark Ruffalo oynayan. Edward Norton. Mark Ruffalo utanc verici bir şeydir. Yəni o xalqa vəbşə heç yaraşmır. Onu niyə götürüb qoyublar? Nə Bruce Banner roluna yaraşır, nə xalqa yaraşır. Hulk və Bruce Banner Edward Norton idi. Niyə? Ən uğurlu solo filmidir o. Bu super qəhrəman tənhalığa məhkum olunmuş bir super qəhrəmandır. Yəni bu elədir ki, stres vəziyyətində, balaca bir stressdə şir olur nə boyda. İdarə olunmaz bir monstra dönür. Sözün əsl mənasında. Final döyüşündə biz onu görürük. Bunu yaralayırlar, eləyirlər. Bu belə qəzəbin pik nöqtəsində götürür. O iyrənclik personajı var, Abomination. Götürür onun dirsək sümüyünü çıxardır, sinəsinə soxur. Yəni gör nə dərəcədə şiddətli orada səhnələr var. Sevdiyi qıza yaxın dura bilmir bu adam ki, ürək nəbzi başlayır tez-tez döyünməyə, stresə düşür də, tezdən dönə bilər xalqa, ziyan verə bilər qıza. Aralı durur ondan. Yəni o dərəcədə tənhadır bu insan. Heç kəs buna yaxın dura bilməz. Gedir dünyanın o başında qalır, gelir yenə tapırlar onu. Çox gözəl tənhalıq haqqında filmdir, amma ki niyəsə Amerikada onu bəyənmədilər. Halbuki ən ideal Hulk solo filmidir. O ki qaldı oyunlar məsələsinə. Super Mario'nun cizgi filmi milyarderdir. Ona çatan bir cizgi film bəlkə də yoxdur. Bəlkə də şeydir, Qalavolomka 2 bəlkə. Mən ona hələ gəlib baxmamışam. Kəlləməyə Allah. Kəlləməyə Allah. Qalavolomka oyundan başa-baş gedir. Amma ki, oyunlar elə oyunlar var ki, onları ekranlaşdırmaq olar. Eləsi də var ki, eləməsək daha yaxşı. Oyun kimi qalsa daha yaxşı olar. Daha yaxşıdır. Bax, misal üçün, ekranlaşdırmışlar Prince of Persia. Mənim çox xoşuma gəlir. Amma batıb, bilmirəm niyə. Gözəl film idi o da. Çox gözəl filmdir. Jake Gyllenhaal oynayırdı orada, Ben Kingsley, Alfred Molina da orada oynayıb. Çox gözəl bir filmdir. Mənim çox xoşuma gəlir. Amma ki, batıb. Niyə bilmirəm. Onun sequelini də çəkmədilər, yəni ikinci hissəsini. Bax, misal üçün, Max Payne. Max Payne antiqa oyundur.
Remedy firması Remedy'dən buraxmışlar. Norveçlər idi səhv eləmirəmsə. Ya Norveçlər ya Danimarkadan Hətta idi. birinci desən PlayStation 2 üçün PlayStation 2 üçün qoymuşlar, birinci, bir də ikincisi. PC personal kompüterlər üçün. Birinci hissəni yaratmaq üçün bunlar Avropadan New Yorka gediblər, fotoqraflar. Tonlarla şəkil çəkiblər, gəliblər. Qalıblar ki, biz bunu necə düz qoşuyaq? Bu firma Amerikada dördü. Sam Lake idi, səhv eləmirəmsə, birinci Max Payne-i yazan və Max Payne-in prototipi özü. Deməli, yığışdırdılar hamısını. Dedilər ki, biz bu qədər cutscene düzəldə bilmərik. Gəl ən yaxşısı komiks halına salaq. Komikslər getdi, cutscenelər. Başlayır oyun. Çünki bu qədər terabaytlarla biz deyir şey yarada bilmərik. O mövzu özü neo-noir. Antiqa bir mövzudur. Yəni Amma oyunun musiqisi də gözəl idi. musiqisi şedevr idi. Yəni təsəvvür elə, bunlar hamısı bir yerdə ideal bir şey yaranmışdı. Yəni bir gecənin içində beyni çönmüş bir polis gəlir ailəsinin intiqamını almağa. Ölmüş arvadı ilə uşağının. Kinoda amma Mark Wahlberg oynayıb. Kinonu da təriflədilər ki, ha ilk mənbəyə yaxın olacaq, belə olacaq, belə olacaq. İlk mənbədən ancaq personajların adları var, ümumi konsept var. İkinci seriya olsun deyə ayağı var. O da olmadı. Olmadı. Çünki kino batdı. Amma müstəqil götürsə, yəni oyundan aralı. Mənim çox xoşuma gəlir o ekranizasiya. Belə müəyyən bir ağır bir tonu var. Yəni bilsən necə tam şey deyir, o Gord Grihov kimi deyir, Sin City kimi deyir. Amma müəyyən bir belə ağır atmosferi var. Adam baxanda belə şey olur da, oyundakı kimi. Amma şeylər var. Oyunlar var ki, onların kinolarını çəkmək olmaz. Bax, misal üçün, Assassin's Creed. Mənim ən sevdiyim seriyadır bu Assassin's Creed. O da ki, bir yerə qədər. Hamısını oynamısan da mən. Yox, hamısını oynamaq mümkündür. Çünki elə oyunları çıxıb ki, onlar üçün sənin birincisi PlayStation 5-in olmalıdır, ikincisi internetin, üçüncüsü də ki, pulla dolu kartın. Yəni, o mənliyi deyir. Özdə Assassin's Creed temasından da uzaqlaşıblar. Başını buraxmışam çoxdan. Assassin's Creed-in ikinci hissəsi özü bir trilogiyadır. İtalyan assassin haqqında Ezio Auditore. Sən təsəvvür elə, yeganə oyundur ki, personajın doğuluşundan öldüyü günə qədər oynayırsan. 3 seriyada. 2 seriya İtaliyada, 3-cü seriya Osmanlı İmperiyasında. Bunu çəkmək mümkün deyil. Lap istəyirsən satqıyan harasa haqlarını serial halına sal. Mümkün deyil. Last of Us çəkirlərdi oyun əsasında serial. O deyil. Bunu da həmçinin götürdülər, kinosunu çəkdilər. Kinoya, yəni təsəvvür elə, sən 10 saat, 20 saat oynadığın oyunu saat yarım 2 saatlıq bir filmə sığışdırıblar. Michael Fassbender başrolda. Bir də o bir qız, neydi? Fransız qız var, Marion Cotillard. Ən sevdiyim aktyorlardan Jeremy Irons'ı da qoyublar cani roluna. Sastav bomba. Amma kino o deyir. Michael Fassbender nə qədər intervyu verdi ki, biz bax belənçinə kino çəkmişik, mən oyunu oynamışam, oyuna vurulmuşam, oyuna maksimum yaxın belə elə. Deyirlər ki, biz orada moment var da, sən deyir, Animus adında şeyə uzanırsan, divan kimi, sonra elə kreslo uzanırsan, gəlirsən düşsən keçmişə. Sən bütün kino boyu deyir, uzanıq vəziyyətdəsən. Deyir, yox, biz onu deyir, fikirləşdik ki, uzanmış vəziyyətdə bütün kino boyu maraqsız olar, sıxıcı olar. Biz Animusu dəyişdirdik. Tipa bunun onurğasına şey keçirdi, aparat. Belə qaldırıcı kran kimi də girir bunun bədəninə, qaldırır, salır. Yəni bunu o VR açki kimi də təsəvvür elə ki, yəni taxıb belə içinə ora qaçır, bura qaçır, salto vurur, mənlər parkur eləyir. Amma ki, o deyil. Mövzunu götürüb atıblar İspaniyaya. 16-cı əsr. Absolutla maraqlıdır. Bax, misal üçün Call of Duty, Modern Warfare. Yeganə seriyadır ki, 3 seriya, trilogiya. Mən köhnəsini deyirəm, remaster demirəm. Köhnə trilogiya şedevrdir. Otur baxqən, müharibə temalı. Elə bir filmdir. Elə bir filmdir. Filmdən 1000 qat yaxşı, sən orada özün aktyorsan. Kimsə elə bir ssenarini yazıb, rejissorluğunu edirsən, orada aktyorsan. O dərəcədə maraqlı. Bütün dünyanı gezirsən, Kapitan Price-la, McTavish'la.
Gəlirsən, daha haralara düşürsən. Nə qədər drama var orada. Personajlar bir-birindən gözəl. Götürdülər, remaster elədilər. Makarov oldu, hansısa bir yoldan keçən sifəti heç o qədər də yadda qalmır. General Shepard-ı elədilər keçəl bir dənə kişi. Nə bilim, aləmi qatdılar bir-birinə. Bütün personajların karizması oldu. Ən pis də Kapitan Price. Barsuka dönmüş bir dənə cavan oğlan da elə. Beləncə puşisti bir dənə bığ saqqalı var. Dəxilisiz eləmək olmaz. Ən uğurlusu Matriça. Wachowski o vaxtki qardaşları, indiki bacıları götürüblər o vaxt Matriçanı elə çəkiblər ki, 99-cu ildə. İdeal fəlsəfi neo punk janrında. Yəni təsəvvür orada bütün dinlərə orada göndərmələr var İslamdan başqa. Hər bir fəlsəfəyə var. Baudrillard'ın Singularist əsərinə var. Yəni Neysən var. Keanu Reeves fantastik orada priyomlar eləyir. Onun əsasında oyun eləyiblər. Wachowskilər özləri nəzarət edirlər. Path of Neo, Neonun yolu. Kinoda olmayan, amma olmasını istədikləri bir neçə səhnə ilə əlaqəli oyuna etaplar qoyublar. Orada Jackie Chan'ın köhnə filmlərinə də göndərmələr var. John Woo'nun kinolarına da göndərmə var. Hard Boiled, Killers. Yəni bir-birindən gözəl Asiya döyüş sənəti ilə əlaqəli filmlərə göndərmələr var. Axtarsın bəlkə də Akira Kurosawaya da aid bir şeylər var, bəlkə də. Finalını özləri orada izah ediblər. NPC formasında iki qardaş gəlib oturdular kresloya, başladılar danışmağa səninlə. Ki biz finalını kinonu belə çəkmişdik, amma alternativ bir sonluq da fikirləşmişdik. Kino korlanmasın deyə kinoyu qoymadıq. Biz onu sizə oyunda təqdim edirik. Sən də başlayırsan orada Agent Smith'in binalardan, maşınlardan, tullantılardan yığılan böyük bir monster kimi robot ilə vuruşmağa. Super fantastik bir oyundur. Mən onu PlayStation 2-də oynamışam o vaxt. Özdə dəfələrlə oynamışam. Ləzzət eləyib oyun. Bir şey demək istəyirəm Arif, bu filmlərlə bağlı, oyunlarla bağlı müəyyən bir informasiyalar verdi. Həm mən də səndən yeni şeylər öyrəndim, yəqin tamaşaçılarımız da öyrəniblər. Bəlkə nələrsə yadlarına düşüb. Çünki inanmıram ki, kimsə bizim dövrümüzdə olan insanlardan oynamasa, ən azından birini, ikisini mütləq oynayıblar. Mütləq. Sənin bu film sahəsində sevdiyin bu mövzulardan bir də gangster filmli mövzulardır. İstəyirəm o barədə də fikir bildirəsən. Bax, gangster filmlərini çox gözəl mövzusu var. Yəni baxırsan ki, onlara bütün film boyu həyatlarını elə verirlər ki, yəni bu həyat prosta ləzzətdir də. Amma ki, finalda o qəşəng otuşdururlar ki, yox. Sən səhv bilirsən. Bax, misal üçün ən çox sevdiyimiz, bizim səninlə ikimizin də sevdiyi Goodfellas. Goodfellas filmi özdə buraxılışda Aça da bilərsən. Scorsese'nin özünün kommentariyaları da var, şərhləri də var, səhnələrlə əlaqəli. İmzası da var. İmzası ilə orada burada şəkilləri, filmdən şəkillər. Scorsese'nin anası. Özü də orada rol alıb. Ümumiyyətlə bu Goodfellas-ı mən çox sevirəm. Çox gözəl stilistik çəkilib. Yəni deyirəm, köhnə filmləri sevməyimin ən başlıca səbəbi lentli filmlərdir. Bax, lentli filmlərə yavaş-yavaş qayıdış gəlir. Köhnə stilistikaya qayıdış gəlir. Bax, naprimер, bu illəri Oscara gedən Brutalist. Adrien Brody Oscar aldı. Daha bir Yahudi obrazı ilə əlaqədar ikinci Oscar'ını aldı. Və Brutalist filmi Macar rejissor çəkib. 3 saat yarımdan yuxarı bəlkə də kino gedir. Ortasında intermission, hansı ki çoxdan da yoxdur heç bir filmdə. Demək olar ki, yoxdur. Antrakt filan qoymurlar. Axırıncı dəfə deyəsən Tarantino istifadə edib, heç o da dəqiq yadımda deyil. Və film lentə çəkilib. 10 milyondan da aşağı bir büdcə ilə Guy Pearce oynayır, Adrien Brody oynayır, oynayır, qızın adı neydi? Quizdə də bizə düşdü. Adı yadındadır? Sarsaç qız. Yox, qarasaç. Neysə, o aktrisa da oynayır orada. Filmin mövzusunu hələ dəqiq bilməm, hələ mən cəməlli baxmamışam filmə. Amma ki, baxanlar hamı deyir ki, filmdə kadrlarda dərinlik yaranıb. Başa düşürsən? Yəni bu çox vacib bir şeydir. Bax, misal üçün 90'lardan olan gangster filmlərini deyim. Donnie Brasco, Johnny Depp'lə Al Pacino. Super bir filmdir. Donnie Brasco rolunda Johnny Depp'i çəkiblər. O
FTB-nin agentini oynayır. Özünü elə aparır ki, orada под прикрытием-də. Güya bu yuvelirdir. Al Pacino yaxınlaşır ona, solaxay, Lefty. Yaxınlaşır, v общем, tanış oldular, oradan buradan söhbət. Deyir ki, bu mənim adamımdır. Götürür, salır bandaya. O başlayır banda ilə fəaliyyətdə ola-ola artıq öz əsl şəxsiyyətini belə deyək də itirir. Elə bilir ki, elə bandit idi də bu. Yavaş-yavaş ailəsi ilə problemləri olur filan. Ucu görür ki, pik həddə çatıb, ucu bunu vot-vot tutacaqlar, tapacaqlar. Gəlir, o общем, şeylir ki, bunu aradan götürsünlər ki, bu yoxdur. Bunu gizlədirlər. Heç bir bandit tapamır onu, heç vaxt. Çox gözəl filmdir. Al Pacino özü gəlir, hətta Johnny Deppi təbrik edir ki, halal olsun sənə, ömründə birinci dəfə kişi kinosuna çəkildin. Sonra Carliton yolu. Mən bu yaxınlarda bir də baxdım. Mən nə vaxt baxmışdım? O da 2 seriyadır səhv etmirəmsə. Hə, amma ikincidə o birincidən heç kəs yoxdur və çox aşağı səviyyəli bir filmdir. Birinci hissəsi maksimum səviyyəli Brian De Palma çəkib. Mənim ən sevdiyim rejissorlardan biri. Scarface-i çəkib, Snake Eyes-i çəkib, Nicolas Cage. Super kinodur. Sonra deməli Carliton yolunda da göstərir Puerto Rican bir bandit məhkəmədən sonra çıxır azadlığa. Deyir, mən 5 il türmədə yatmışam, mən əlimi çəkirəm bütün bu işlərdən, əlimə ətəyimi çəkirəm mafiyadan. Mən istəyirəm normal bir həyat qurum özümə Baham adalarında. İstəyir ora hazırlaşır getməyə, pul yığır eləyir. Deyir, $75,000 mənə pul lazımdır. Bunun da dostu, Yahudi bir advokat olur, vəkil. Həmin vəkilin kopyası Ken Rosenberg, Vice City. Sean Penn-dən götürüb copy-paste edib qoyublar Vice City-yə. Prototip kimidir. Kopya prototip. Həmin özdə personaj sənin San Andreas'da da var. Prosta buruqlarsız. Hə. Deməli, bu ona köməkli eləyir. O общем gəlirlər, düşürlər zibilin içinəcə. Bu hər dəfəsində deyir ki, mən qurtarmışam. Mən bu işlərlə məşğul olmuram. Bandit işi mənlik deyil. Amma bildiyimiz kimi Michael Corleone demişkən, mən deyir, elə buraxan kimi mən deyir, sразу deyir, обратно deyir, dartıb çəkirlər. Bu da eləncə. Bu elə zibil bir-birinin üstündən gəlir ki, yox, sən qayıtmalısan. Çox maraqlı filmdir. Məsləhət görürəm kim baxmayıbsa, 90-ların gangster filmləri, hətta B kateqoriyalı filmləri məsləhətli filmlərdir. Çünki o vaxtın B kateqoriyası indinin demək olar A kateqoriyası filmlərdir. İndi elə filmlər çəkə bilmirlər. Açıqən Любой streaming platformanı nə zirzibildisin var. Çox nadir hallarda orada keyfiyyətli bir şey tapa bilərsən. Məsəl üçün də Robert De Niro filmi İrlandiyalı. Martin Scorsese çəkib. Adam dəli olar. Yəni o boyda dahi götürgən bu boyda zibili çəkkinə. Apartulla bir filmdir. Baxırsan ki, yəni bu qədər pul qoyulub, Netflix sənə köməkli eləyib, sən bu kinonu kinoteatrlara çıxartmağa dirəşdin. Onun dalınca da elə getdin Robert De Niro ilə bir dənə də batmış bir kino çəkdin. Həmən ili mən çox məyus olmuşdum. Mənim sevdiyim bütün rejissorlar batıq filmlər çəkmişdilər. David Fincher batdı, Martin Scorsese batdı. Killerlə Ubiyçi Polni Lunu dinlədi. O DiCaprio ilə. O kino olan il bir-birindən biabırçılıq kinolar çıxdı hamısı. Dahi sənətkar belə deyək, John Woo öz kinolarının remake-ini çəkir. Tolerant şeylə. Ubiyça var idi. Choi Yun-fat oynayırdı. Orada qızı kör eləyir səhvə. Onun götürüb remake-ini çəkir. Choi Yun-fatın yerinə Negr qız. Onun dalınca düşən polisin yerinə Omar Sy. Məşhur o bir üstə gəl birdən. Yəni niyə lazım idi bu? Özü həmin rejissor. Nəyə lazım idi? John Woo'nun çəkdiyi filmlər Choi Yun-fatla bir nömrə filmlər idi. Kişi gəldi Amerikaya, qəşəng kinolar qoydu. Üstsüz, simasız. Sonra Slomanla Estrella, Van Damme-la. Bir-birinin dalınca qəşəng kinolar, part öz yaratdığı personajla əlaqəli. Antoine Fuqua ilə birləşib çəkdi. Ubiyça na zamenu, Replacement Killers. Mira Sorvino, Til Schweiger, Danny Trejo, ən əcda aktyorlar, baxırsan B kateqoriya filmlərin aktyorları da oradadır. Kino belə kinodur. İndi elə kinolar heç kəs çəkmir. Van Damme-ın kinolarına baxıram, məsələn 90-lar, 80-ların axırı. Elə kinoları indi heç kəs çəkmir. Van Damme özü ağlayırdı intervyuda ki, mən deyir Bolo ilə
Kravav sport kinosunda döyüşümü bir günə ya yarım günə deyil çəkdik. İndi deyir bir dənə döyüş səhnəsini neçə həftəyə çəkilə qutara bilmirlər. Xoreografiyanı qurula qutara bilmirlər. Deyir mənə deyələ bəyənmirlər. Nə başa Stallone kimi. Stallone kimi. Stallone handa personajları yaratmış bir insandır. İndi Tulsa King serialında çəkilir. Gangster oynayır belə hərəkətlər zətlər. Arif, artıq podkastımızın sonuna doğru gəldik. Çox heyf. Amma bu əlbəttə ki, davamlı olacaq. Mütləq. Yeni podkastımızda, yeni buraxılışımızda yenə də biz retro filmlərə köklənəcəyik, müasir filmlərdən danışacağıq, cizgi filmlərdən, yenə də uşaqlar üçün ümid edir yeni maraqlı bir işlər çıxar ortaya, onları müzakirə edəcəyik. Oscar mükafatlı filmlərdən danışacağıq. Əziz izləyicilərimiz, sizinlə isə bu günlük sağollaşırıq. Neçə deyirlər, bu qədər, amma hələlik bu qədər. Mütləq bizə YouTube-da və TikTok-da abunə olun ki, yeni videolarımızı qaçırmayasınız. Kinoman Arif kanalında. YouTube isə Hüseyn Ağa Aslanov kanalında. Sağ olun. Sağ olun.